Mövsümə düzdür, digər komandalar deyini ilə Azərbaycan çempionatlarında ilk turlarda qol vurmayan komanda olmuşdu, amma ən az heç olmasa 0-0'larla 1 və yaxud 2 xal toplayan kollektivlər var idi. Azarkeşlərin sayı azdır dedik, amma bu yaşda azarkeşləri də görməyə xoşdur. Onlar da futbolun ilk tanışlıqlarıdır. Burada Şüvalan stadionu, Şüvalan qəsəbəsinin daxilində yerləşən kiçik bir qəsəbədədir yerləşir. Burada cəmi 4000 əhalisi olan bir yerdir. Stadionun mütumu istədiyim ki 3500'dür. Yəni təxminən bütün qəsəbəni bu stadiona yerləşdirmək olar. Əvvəllər, əlbəttə Azalın daha güclü iddialı olduğu vaxtlarda bu stadionda yer tapmaq mümkün deyildi. Avropa Liqasının maçını xatırlayıram mən, Azal Minsk görüşünü ki bilet üstündə əməlli başlı mübarizə var idi kassalarda. Amma indi həmin dövrlərini şamla, gündüz şamla axtarır Azal. Amma yenə də yavaş-yavaş böhrandan çıxmaq lazımdır. Azalın ehtiyat oyuncular skamyası başdan-başa gənclərdən qurulub bu kollektiv. Heyətdə cəmi 3 legioner var. Stanislav Namaşko qapçı, Nuqzar Kvirtiya da Azal tarixində iz qoymuş oyunculardan biridir. Və Aleksandr Guruli bu mövsüm Azalın çempionatda ilk qolunun müəllifi. Ruslan Nəsirli isimli hərəkətlər eləyərkən kameralarımıza yaxalanıb. Üçün başlamasına təxminən 10-11 dəqiqə vaxt var. Heyətlərlə sizi tanış edəcəyik, amma bir qədər irəli qaçıb onu deyim ki, ciddi dəyişikliklər yoxdur. Yəni, bir neçə mövqedə baş məşqçilər dəyişiklik eləyiblər. Qeyd olunan məqamlarda Ruslan Tağızədənin əsas heyətdə oyuncusu hesab olunan Ruslan Tağızədənin start heyətində çıxmaması. Həmçinin də Ərəvan heyətində Fərid Quliyev fiziki durumu və oyunu baş məşqçi Əmsoyad Emin Quliyevi razı salmadığı üçün o da əvəzedici komandaya göndərilib. Və hücum xəttində indi bugün yük Rəvanın digər forvardı Tural Qürbətovun üzərinə düşəcək. Yaşar Babizədən bir qədər öncə görürük ekranlarımızda. Əlbəttə 21 yaşlardan ibarət yığma komandamızın baş məşqçisi üçün bu maç önəmlidir. Bir neçə gənc futbolçu var iki komandanın heyətində. Məsələn, Tural Ümbətov bu millinin əsas mərkəz müdafiəçilərindən hesab olunur. Avstriya ilə görüşdə Azad Kərimovla birgə yer almışdı müdafiənin mərkəzində. Həmçinin Qanzab Məhəmmədov da Azərbaycan pasportuna malikdir. Seymur Əsədovu qeyd elədik. Artıq milli komandanın məşqçilərinin qələminə düşüb və yığmanın Xorvatiya və Malta ilə görüşlərindən cəlb olunan geniş heyətinə çağırılmışdı. Seymur Əsədov qısa müddətdə orada oldu. İndi zədəlidir bu maçı buraxacaq. Azal Rəvan Topaz Premier Liqasının 7-ci turunun qarşılaşması CBC Sport telekanalının efirində və komandaların heyətləri təqdim olundu. Biz də başlayaq. Azalın heyəti meydan sahibləri qapıda Stanislav Namaşko, 2 Rail Məlikov, komandanın kapitanı 3 Tural Hümbətov, 24 Emin Cəfər Quliyev, 4 Qvanzab Məhəmmədov bu müdafiə xəttidir. Orta xəttdə 14 İlqar Ələkbərov, 6 Tagim Novruzov dayaq yarım müdafiəçiləri. Cinahlardan 21 Murad Səttarlı və 10 Nuqzar Kvirtiya. Hücumçunun arxasında 27 nömrəli oyuncu Aleksandr Gurul oynayır və yeganə forvard 19 nömrəli oyuncu Məhəmməd Bədəlbəli. Tərlan Xaylovun ehtiyatda qaldığını görürük. Ehtiyat oyuncular skamyasından ilk turlarda komandanın aparıcı oyuncusu idi, amma Guruli gəlişindən sonra yaxşı təsir bağışlayıb və ötən turda Azalın çempionatda ilk qolunun müəllifi olub. Və Rəvan heyəti. Rəvan qapıda 32 nömrəli oyuncu Konstantin Maxnovski oynayır. Rəvandan 4 legionerindən biri. Müdafiədə sağında Novruz Məmmədov. Daha doğrusu müdafiə sağında elə ki belə görünür. 6 Vüqar Beybağlayev, 16 Orxan Lalayev, 11 Şerif Sumao müdafiənin solunda mübarizə aparacaq. Dayaq yan müdafiəçiləri 18 Samuel Barlay, 92 Yamin Ağakərimzadə. Jomelli oyuncular 99 Nicat Muxtarov, 22 Məhəmməd Aliyev, 17 komandanın kapitanı Ramazan Abbasov, baş və 19 nömrəli futbolcu Tural Qürbətov, yeganə forvarddır. Baş məşqçi Emin Quliyev. Maçın başlamasında 7 dəqiqə vaxt qalıb. İndi ehtiyatda olan ehtiyat hakim komandalarının soyunub geyim otağından çıxması barədə siqnalı verdi.
Və mən sadəcə sizin nəzərinizə çatdırım ki, artıq komandalar da tuneldə hazırlaşırlar. Azalın mavi rəngli formasını görürük. Rahil Məlikov kapitan qismində komandası meydan çıxarıb. Mən sadəcə başqa bir məlumatı çatdırım ki, bugün mən tək olmayacağam. Həm yanımda həmkarım Fərid Orduyev bu maçı birgə şərh eləyəcəyik. Mən onu salamlamaq istəyirəm. Salam Rüstəm, mən də bütün futbol həvəskarlarını salamlayıram. Maçın maraqlı olacağı ümidi ilə gəlmişik hamımız bura. Turun açılış oyunudur. Outsiderlər görüşür. İnanırıq ki, maç gərgin idman şəraitində keçəcək və izləyicilərə maraqlı bir maç sərgiləmiş olacaqlar. Sənin özünə də uğurlar. Təşəkkürlər Rüstəm. Belə kadrlar da var Azərbaycan futbolunda. Yenə də deyirəm, çox təəssüflüyük. Hər dəfə bunu qeyd edirik. Müəyyən stadionlarda azarkeşlərin sayı hələ ki çox deyil. Yəni, əlbəttə, stadiondan stadiona dəyişir. Məsələn, Gəncədə demək olar ki, hər tur anşlaqa yaxın bir mənzərə izləyirik. Xəzər Lənkəranın maçlarının ev oyunlarında 7-8 min orta hesabla azarkeş görürük. Bakıda bir qədər buna maraq azdır. Həmçinin əlbəttə Azalın mövcud düşdüyü durumu da qeyd elədik. Mən buna əvvəl bir qədər bu barədə danışdım. Mən də elə bu məqama toxunmaq istəyirdim. Komanda uğur qazandıqca azarkeşdə gələcək. Bəli, 2-3 il öncə Azal daha uğurlu çıxış eləyirdi. Yəni outsider rolunda deyildi. Daha çox orta bab və iddialı prizmasından yəni çalışırdı, oynayırdı. Oyunları daha maraqlı keçirdi, daha qollu, daha yəni belə iddialı bir komanda obrazı yaratmışdı Azal. Həmin vaxtlarda stadionda boş yer tapmaq çox çətin idi. Təbii ki, Azərbaycanda bu azarkeş məsələsi problem olaraq qalır. Bunun üçün həm AFFA, həm PFL, həm də ümumiyyətlə idman ictimaiyyəti çox çalışır. Problemdən çıxış yolları axtarırlar. Ümid edirik ki, bu yaxınlarda bu problem də həll olunacaq. Həmçinin problemlərdən çıxış yolu axtaran şəxslər bir qədər əvvəl ekranlarınızda gördünüz. Tərlan Əhmədovun özünün öz problemləri var. Komandası kasat heyətlə, kasat büdcə ilə mövsümə başlayıb, bacardığını sıxıb çıxarmağa çalışır. Amma mən ümumiyyətlə deyərdim ki, baxmayaraq ki, sonuncu pillədədir və baxmayaraq ki, Azal ilk qolunu ötən turda vurdu, ilk halını da elə ötən turda qazandı. Ümumiyyətlə bu komandanın oyunu müəyyən qəniyyətbəxş hesab eləmək olar. Xüsusən Gəncədəki oyunu biz canlı yayımlamışdıq, Kəpəz Azal qarşılaşması. Ümumiyyətlə bu mövsüm səfərimizdə 4-cü dəfədir ki, biz Azalın maçlarına reportaj, canlı yayıma çıxırıq. Orada çox yaxşı təsir bağışlanmışdı və əslində layiq olmadığı bir məğlubiyyət almışdı Gəncədə. Daha çox, Rüstəm də sən qeyd elədin, gənc futbolçulardan təşkil olunur və bir neçə legioner gənc futbolçulara meydanda dəstək olmağa çalışır və yerli bir neçə təcrübəli futbolçular da var ki, vaxtilə iddialı klublarımızda çıxış eləyib. Rahil Məlikov bu futbolçulardan biridir. Rəvan da təxminən Azalla eyni aqibəti yaşayır. Gənc futbolçular və bir neçə legionerdən belə tandem olaraq yaranmış bir komandadır. Emin Quliyev ilk ciddi sınağıdır məşqçi kimi. 38 yaşlı mütəxəssis Premyer Liqanın ən gənc mütəxəssislərindən biri hesab olunur, yəni biridir. Tərlan Əhmədov və Emin Quliyevi biz tez-tez meydanda, yəni futbolçu olan dövrlərdə görmüşük, üzbəyüzdə görmüşük müxtəlif komandaların heyətlərində. İndi məşqçi kimi üzlədilər. Komandalar meydançadadır. Hakimlər briqadasını salamlayırlar. Bir qədər qısa heyətdə də hakimlər, yəni bəzi maçlarda Peşəkar Futbol Liqası Hakimlər Komitəsi 6 hakim təyin edir. Bu dəfə 4 hakim var. Referi Rauf Cabbarov maçı idarə edəcək. Ona Knyaz Əvəraslanov və İskəndər Əliyev kömək edəcəklər. 4-cü hakim Nail Nağıyevdir. Hakimlərin işinə Şahin Cəfərov qiymət verəcək və AFFA nümayəndəsi hakim Məmmədzadədir. Onun üçün onu deyim ki, Hakim İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov da oyundan əvvəl mən stadionda gördüm. O da güman ki, əlbəttə öz hakimlərinə və oğluna dəstək vermək üçün bu arenaya gəlib Rauf Cabbarov. Hazırda kapitanlar Püşkətır, Ramazan Abbasovla Rahil Məlikov birgə Bakıda oynayıblar. Birgə səfər öncə Neftçidə də keçişdikləri vaxtlar olub. 20 komandaya, milli komandamızın müxtəlif vaxtlarda dəvət alıblar. İndi onlar da Tərlan Əhmədovlu, Emin Quliyev kimi üzədilər meydançada. Hazırda hər ikisi karyerasının qrup çağını yaşayır. Amma komandanın lideri olaraq meydana çıxarırlar hər iki futbolçu. Həm Ramazan Abbasov, həm də Rahil Məlikov. Ekranlarınızda Sumanı görürük. Bir vaxtlar Rəvanda çıxış edirdi, sonra da komandadan ayrılmışdı. Yenidən Premyer Liqaya qayıdan Rəvan futbolçunu yenidən sıralarına qatdı. Bu da Azalın qələbə andı. Oyundan əvvəl bütün komanda, ehtiyat oyuncular, texniki heyət toplaşdı. Əlbəttə, indiki halda komandanın bilgi olmasına çox ehtiyac var Azalın. Həmçə bütün komandaların əlbəttə buna ehtiyacı var, amma Azal çətin durumda da bundan çıxmağa qarşısına məqsəd qoyub və ilk qələbəsini də yenidən ev oyunlarına keçirdiyi öz doğma stadionunda Şuvalanda qazanmaq istəyir. Mən xatırladım ki, ot örtüyünün yaxşı durumda olmaması yüzündən ilk turlarda Azal ev oyunlarını qonşu Mərdəkadakı Dalğa arenada keçirirdi, amma
orada müəyyən meydança həmin o rezin dənəciklər səpilib. İndiki durumu oyundan əvvəl mən hakimlərlə də qısaca söhbətləşmə imkanı tapdım. Komandalar, futbolçuların bəzilərlə danışdım. Meydançanın durumu qənaət bəxşdir. Yəni burada futbol oynamaq olar, ustalığını da göstərmək olar. Hər şey hazırdır maçın başlaması üçün. CBC Sport telekanalının efirində Topaz Premier Liqasının 7-ci turunun maçı və Azal Rauf Caparovun start fili ilə başlayır. Tagim Novruzov, o da Seymur Əsədovun yoxluğunda start heyətinə qayıdıb. Sağdan Azal'ın hücumu, Murad Səttarlının sürəti var. Heç kim onu qarşılamadı. Murad Səttarlının ilk ötürməsi, Quruli zərbəsi, qapı istiqaməti ilk dəqiqədə 17-ci saniyədə gəldi. Azal ilk dəqiqədən qol vurmağa, olmaz şeylərə atıldı. Adını çəkdiyin Quruli komandaya yeganə xalı qazandıran qolun müəllifidir. Sumqayıtla maçda, səfər maçında son dəqiqədə başı ilə dəqiq zərbə indirdi və komandasına hələ ki bu mövsüm ilk xalını qazandırdı. Yeganə xalını. Bu qədər gec, əlbəttə, bir neçə il əvvəl desəydin ki, Azal ilk qolunu 6-cı sırada vuracaq, təəccüblənərdilər Azalda. Amma Tərlan Əhmədovda mənim bu fikirli ifadəsi oyundan oyuna üzündən getmiş. Bəlkə ilk qolunu buraxdı desəydik, o qədər də təəccüblü olmazdı. Və indi səhv Fərəvandan Bədəlbəyli topu əgər Qurulin qarşısına ata bilsəydi təhlükəli ola bilərdi, amma Azalın hücumu outda davam edəcək. İndi Əyan hakim, baş hakim, orada toplaşan oyun uşağa nəsə tapşırdı. Səhv eləmirəmsə suyu qapının torunun yanından bir kənara çıxarmağı tələb elədi. İndi Azal out atır. İqəl Əkbərov. İlk dəqiqələrdən biz görürük Azal daha çox topu özündə saxlayıb, hücuma çıxıb və erkən qol vurmaq fikrindədir. Rəvan da bu cəhdlərin qarşısını almaq üçün pressing tətbiq edir. Rahim Məlikov təkcə meydan mərkəzində sağa oynayır. Qvanzav Məmmədov ilk turlarda sürəti ilə yadda qalıb bu futbolçu. Bəzi maçlarda da kəsərli ötürmələri də var. Yəni müdafiəçinin, sağ müdafiəçinin eləyə biləcəyi iş, əlbəttə öz mövqeyini qoru, öz oyunçunu saxla və lazım gəlirsə hücuma qoşul və kəsərli ol. Qvanzavda bu ərdən alınır. İndi o özü geriyə Tural Hümbətov oynayır. İki Tural var meydançada. Tural Hümbətov və Tural Qürbətov. Onlar bir-birlərinə qarşı oynayacaqlar. Soyadları da bənzəyir. Bir-birinə bənzəyir. Ona görə qarışdırmayaq. Emin Cəfərquliyev hazırda topladı. Geriyə oynayır. İqəl Əkbərov. Azal topu özündə saxlamağa çalışır. Cına dəyişdi İqəl Əkbərov. Qvanzav Məmmədov. Qvanzav yerlə. Quruli üzünü çevirə təcrübəli oyunçudur. Quruli hər hərəkətində bu hissi olunur. Ötürməsi də pis deyildi. Bir-birinə anlaşmadı burada futbolçular. Dəqiq düzgün yerə açılmadı futbolçu. Onun üçün Murad Səttarlının bu qeyri-dəqiq bir mövqe tutmağı itkiyə səbəb oldu. Əhməd Aliyev. Tural Qürbətov burada topu geriyə çəkilib qəbul elədi. Amma iki nəfər birləşə topu aldılar. Nuqzar Kvirtiyə. Rahil Məlikova qədər getdi, çıxdı. Hər iki komandanın heyətində artıq tarixə qovuşmuş Simurqun futbolçuları da var. Ehtiyatda da var. Əsas heyətdə oynayan və əvəzedici heyətin futbolçularından da futbolçular da yer alır. Rəvanda bu mövsümə yaxşı başlayıb, gənc futbolçudur, perspektivlidir. Nicat Muxtarovu qeyd eləmək olar. Meydanın mərkəzində onu rahatça tanıyacaqsınız. Saç düzümü dəyişib. Azalda isə Tagim Novruzov hazırda toplandı. Məhz həmin futbolçu da Simurqun heyətində bir neçə oyunda meydana çıxıb. Bu mövsüm döndü Tagim Azala. Azaldan elə Simurqa yollanmışdı. Sonra da orada karyerası yaxşı alınmadı. Müxtəlif klublarda uzun müddət duruş gətirə bilmədi. İndi Tagim Seymur Əsədovun yoxluğunda müdafiə mərkəzində oynayır. Uzun oynamağa çalışdı İqəl Əkbərov. Orada müdafiəçilər qarşıladılar. Novruz Məmmədov sağda. Sağda yer alıb, mən bu xüsusi vuruladım. Çünki ilk turlarda Novruz müdafiənin mərkəzindən Vüqar Bəbəla ilə birgə mübarizə aparırdı və Neftçi oyunda ki, o bu səhvləri də var idi Novruzun. İndi özün üçün daha doğma olan cinaha qayıdıb, sağ cinaha. Rəvan topladı. Hücum qurmağa çalışır komanda. Top mərkəzdədir. Yanında Kərimzadə Nicat Muxtarov oynayır. Geriyə. Bir müddət öncə adını çəkdiyimiz Nicat Muxtarov sanki Neymardan ilhamlanaraq saç düzümünü dəyişib. Elə o topladı. Nicat. Neynəcək? Yerlə toxunur. Tural Qürbətov elə ona topu qaytarmağa çalışır. Hər iki komanda mərkəzdə daha çox pressing eləməyə, sıx oynamağa çalışır. Rəqibini topsuz qoymağa çalışır. Bu da hələ ki heç bir komanda üçün hücum qurmaq mənasında effekt yaratmır. İqəl Əkbərov
Səhvə yol verir. Tural Qürbətov əgər zərbə mövqeyinə çıxmış əslində top qarşısına düşsəydi təhlükəli anlar yaşaya bilərdi. Azal öz qapısında alınmadı. Bu məqamda Murad Səttarlının oyununu qeyd edək. Geriyə dönərək komandasının müdafiəsində belə deyək də fəal iştirak elədi və topu öz komandasına qazandırdı. Azab Məmmədov mərkəz xəttin keçir topla. Sonra variant yoxdur. Geriyə oynamaq ən asan çıxış yoludur. Tural Ümbətov. Bundan da uzun ötürmə Kvirtiya istiqamətinə. Oğuz Məmmədov topun ona çatmasına imkan vermədi. Out. Quruli divar ötürməsi, mərkəzə doğru ötürmə. Toxunuş vardı mı burada Sumadan? Rauf Cabbarov göstərir ki, vardı. Üçüncüdən zərbə olacaq. Azal maçda ilk üçüncüdən zərbəni yerinə yetirəcək. Nuqzar topa yaxınlaşır. Baxaq, Tərlan Əhmədov künc zərbələrində, standart zərbələrdə komanda üçün hansı fikirlər var, hansı fikirlərlə oyuna çıxıb? 5 nəfər cərimə meydançasında Məhəmməd Bədəlbəyli qapıçının yanına gedib. Adətən orada müdafiəçi onu götürmür, amma Novruz da onun yanındadır. Aleksandr Quruli ikinci topu gözləyəcək. Emin Cəfər Quliyev, Tural Ümbətov, İlqar Əkbərov ön dirəyə. Cəfər Quliyevdən əvvəl orta Lalayev qaytardı. Uzaq bir başı qapı nişanı və gol! 7-ci dəqiqədə Nuqzar Kvirtiya meydançalardan nadir anlarda rast gəldiyimiz çox gözəl, çox baxımlı qol imza atır və əlbəttə ki, qolu kimə həsr edir? Həyat yoldaşına. Əlbəttə ki, həyat yoldaşına həsr eləyir. Düz bizim qarşımızda əyləşib onun həyat yoldaşı. Tərlan Əhmədov da Nuqzarı təbrik edir. Komanda sevinir. Çünki çox çətin və lazım olan məqamda Nuqzarın qolu komandanı 1-0 hesabı ilə önə çıxarır. Sanki gördü vurdu, gördü qapıya göndərdi topu. Maxnovski səhvi qeyd olunmalıdır. Yəni burada ön dirək qapçınındır. Nə deyirsən de, burada Maxnovski əlbəttə bəraət yoxdur. Gecikdi topa reaksiyasına və topu qapıdan çıxara bilmədi. Azal aqressiv başlamışdı ilk dəqiqələrdən və bu aqressiya 7-ci dəqiqədə bəhrə verir. Nuqzar Kvirtiya bu mövsüm qapı çərçivəsinə indirdiyi 3-cü zərbədən birinci çərçivəyə getdi və o da qol oldu. Maraqlı məqam da ondan ibarətdir ki, Azal bu mövsüm ilk dəfə olaraq hesabda irəli çıxır. Bəli, bu da məqamdır. Çox ilkləri yaşanacaq. Şivan stadionu qaydandan sonra ilk qolunu vurdu Nuqzar. Həmçinin Azala dönüşündən sonra onun ilk qoludur. Bundan bir qədər ruhlanıb indi cinaha dəyişməyə çalışır. Azal bir qədər də baskını artırıb qabaqda. Tayyip Novruzov. Geriyə Rahil Məlikova. Lalayevin ötürməsi Barlay burada. Görək Rəvan bu hücumlara nə ilə cavab verəcək. Artıq 1-0 geridədir komanda. Top itkisi öndə Azal pressing tətbiq edən topu qəbul edən futbolcu Məhəmməd Bədəlbəyli idi və itirdi topu. Rəvan heç cür müdafiədən asanlıqla çıxa bilmir. Azalın tətbiq etdiyi pressing bəhrəsini verir. Yenidən top Azaldadır. Ələkbərov geri oynayır. Rahil Məlikov topladı. Sağdan Qvanzav yollandı irəli. Dəstək vermək üçün hücumu. O da topu qəbul edir. Tagim var yanında. Onu oynamaq ən asan yoldur. Bəli, Tagim. İlqar Əkbərov. Sol ayaqlı futbolçu. Yəni, bir qədər irəli getməkdə çətini çəkdi. Digər tərəfdən topu özünə saxlamaqda bir qədər tempi heç nə yoxdur. Heç nə yoxdur. Hesabda üstünlüyü var meydan sahiblərinin. Sağla da yaxşı göstərdi və sağ cinahda ilə Qvanzavı tapmağa çalışır. Qvanzav isə çiyinlə yaxşı oynamadığını göstərdi. Novruzov. Topu saxlayır Azal üçün. Nuqzar, Kvirtiya. Mərkəzdə. Quruli topladı. Kim ötürəcəyinə baxır. Yaxşı tapdı Məhəmməd Bədəlbəylini. Rahil Məlikov. Qısa düşdü ötürmə, amma vəziyyətdən çıxmağa bacardılar. Sonuncu dəqiqə. Şüvalanda Azal Rəvan qarşısında hesabda öndədir. 7-ci dəqiqədən Nuqzar Kvirtiya fərqlənib. Və Fəridin də qeyd elədiyi kimi Azal bu mövsüm hesabda ilk dəfə olaraq hesabda önə keçib. Rahil Məlikovun uzun ötürməsi irəliyə doğru Murad Səttarlı mübarizəyə qalxmadı belə. Məhəmməd topladı. Topu özündə saxlayır. Künc bayrağına doğru irəliyir. Orada çətindir əlbəttə. Topu ram eləmək, saxlamaq, çevrilmək. Ramazan Abbasov
Yamin Ağa Kərimzadə. Orada da qısa məsafədə paslaşır. Əvanlı futbolçular. Top meydançda saxlamaq mümkün olmadı, növbəti out. Tərlan Əhmədov daha tez oynamağı tələb edir komandasından. Hesabda üstünlüyü var Azalın, amma bu agresivliyini davam etdirmək istəyindədir Tərlan Əhmədov. Bir neçə dəfə xatırladıq artıq. Azal ötən tur Sumqayıtla çətin bir xal qazandı. Son dəqiqələrdə Qurulinin dəqiq zərbəsi nəticəsində. Rəvan isə evdə iddialı komandalardan biri, çempionluğa iddialı komandalardan biri Qəbələyə 0-3 hesabı ilə məğlub oldu. Bu da təəccüblü deyil. Bu da təəccüblü deyil. Təbii ki, Qəbələ çox güclü heyətə malikdir. Həm Avrokuboklarda uğurlu çıxış eləyir. Nəticə olaraq olmasa da, ən azı oyun olaraq dünən Krasnodarla maçda bizi və bütün futbol azarkeşlərini sevindirdi. Bizdə isə Şüvalanda Azal hələ ki Şüvalanlı Assali azarkeşləri sevindirməkdədir. Birinci dəqiqədə meydan sahibləri üstünlüyü var. Tagim Novruzov səliqəsiz davrandı, özü də qaydanı pozur. Artıq topu itirmişdi. Və məcburiyyətdən qaydanı pozdu. Məcburiyyətdən qaydanı pozdu. Gətirək itələdi burada Tural. Qürbətovu. Hər zaman Tural deyəndən sonra pauza vermək məcburiyyətində. Hümbətov, Qürbətov qarışdırmaq çox asandır. Hatırladaq Rəvanda forvard Tural, Qürbətov da Azalda müdafiəçi Tural Hümbətov. Barlay. Əmirlisə Suma ilə oynuyor. Reyd. Təhlükəli keçid hələ də davam edir. Rəvan hücumu. Mərkəzə doğru ötürmə. Burada Azal müdafiəçiləri təhlükəni soruşturmağı bacardı. Rəvan hazırda ilk gün zərbəsini yenildir. İlk dəfə ümumiyyətlə yaxınlaşdı Azal qapısına qonaqlar. Azalın ilk gün zərbəsi qolla nəticələnmişdi. Yəni ilk gün zərbəsi sonrası epizodda. Bəli. Orada da 5 nəfər var cərimə meydançasında. Mübarizə. Yerdə qaldı orada Barlay. Əlbəttə penaltidən söhbət gedə bilməz. Ramazan Abbasov topladı. Nicat Muxtarov yanında Ramazan. Özü oynamaq qərara gəlir. Öndəri topun cərimə mərkəzinə başla. Orxan Lalayev zərbə imkanı tapdı, amma düz Namaşka üzərində. Ona qədərsək oyundan kənar vəziyyət. Hakim köməkçisi bayrağını qaldırmışdı. Diqqət edirək. Bəli. Dəqiq və mübahisəsiz bir qərar. Yenidən mərkəzdə Azal futbolçularında qaldı. Tərlan Əhmədov irəli doğru oynamağı göstəriş verir. Ara bir fit səsi eşitsəz və oyunun dayanmadığını görsəz təəccüblənməyin. Bu Tərlan Əhmədov da futbolçularına tapşırıqlarını verir. Çatdırmaq istəyir ən azından. Bu epizodda isə Murad Səttarlı topa çata bilmədi. Rəvan hücumda dişsiz görünür. Hücumun qurulmağında hücum qurucuları öz üzərinə düşən funksiyanı yetərincə yerinə yetirə bilmir. Hücumçular daha çox topsuz hərəkətlərlə yadda qalıb. O işin üzərində həmçinin Nicat Muxtarov üzərinə düşür. 3 dəqiqələrdən hələ ki çox ciddi fəallıq göstərməyib Nicat. Daha çox sürətli keçidləri və driblingləri ilə yadda qalıb bu futbolçu. Zərbələri də təhlükəli olur tez-tez. Özünü Yaşar Vahbzadəyə göstərmək üçün növbəti bir şans Nicat Muxtarov üçün. 95-ci il təvəllüdüdür. Nicat Muxtarov xatırladaq ki, Simurqun əvəzedici komandasında çıxış edirdi. Çıxış etdiyi dövrlərdə Çıxradze onu əsas komanda ilə birlikdə Antalyada toplanışa dəvət etmişdi. İndi isə Murad Səttarlı digər Simurqda bir vaxtda çıxış etmiş futbolçu toplaydı. Bəliyə sol ayaqla Ülqar Əşbərovun zərbəsi. Yaxşı zərbələri var onun sol ayaqla. Bu dəfə dəqiq alınmadı. Nuqzar da burada fəal iştirak elədi hücumda. Ümumiyyətlə, maçın əsas yəni bu dəqiqəyə qədər diqqət mərkəzində olan bir neçə futbolçu var. Onlardan da biri məhz qolun müəllifi Nuqzar Kvirtiyadır. Yamin Ağa Kərimzadə, Novruz Məmmədov, Bəybalayev.
Bədəlbəli yaxınlaşır ona. Bəybalayev topu başında elədi. Geriyə Orxan Lalayevə, o Novruzdan. O da Azaldan. Ötən mövsüm Azal da keçirdi. O qədər də uğurlu olmadı onun Azal karyerası. Ramazan Abbasov geriyə oynayır. Rəvan hələ də topla irəli çıxır. Yalnız geriyə, Maxnovskidən geridə yalnız qapı xətti və tordu. Oynamaq olmaz. Uzun oynayacaq qapıcı. Artıq bir səhv eləyib. Novruz Məmmədov irəli doğru ötürmə. Emin Cəfərquliyev burada rəqibinə qarşı kobud oynadı. Amma Rauf Cabbarov birinci episodda səfər eləmirəmsə, qayda pozuntusu qeydə alındı. Novruz və Nuqzarın epizodunda. Ramazan Abbasovun ötürməsi, Murad Səttarlı topu saxlaya bilmir. Suma. Sona qədər oynayır Murad Səttarlı, topu ələ keçirir. Tagim Məhəmmədovla oynadı. Məhəmmədovun ötürməsi rəqibə oldu. Tural Ümətov Azalın yeni hücumu başlayacaq. Ələkbərov, Nuqzar, Cəfərquliyev Yenə Ələkbərov. geri oynayır. Öndə variantı yoxdur əlbəttə. Geri oynamaqsa həm risksizdir, həm etdiyi təhlükəsiz. diaqonal ötürmə dəqiq oldu. Məhəmmədovun ötürməsi, Məhəmmədin zərbəsi dəqiq olmadı. Yan xəttdən. Ulduz filmindən bir məşhur ifadə xatırladım. Sənin bu sonuncu cümlələrindən sonra out atacaq Novruz Məmmədov. Xeyli düşünür Novruz, kimə atsın deyə. Nəticədə variant tapdı. Qürbət və qədər gedir çıxır top. Məhəmməd Aliyev. Növbəti Məhəmməd meydançada. Nicat topa toxunmur. Rəvan yan xəttdən topu meydana daxil edəcək, oyuna daxil edəcək. Novruz Məmmədov yenə düşünür. Bir zamanlar bu komandaların şəxsi mübarizəsində çox maraqlı statistika var idi. Azal heç cür Rəvana qalib gələ bilmir. Premier Liqa çərçivəsində keçirilən 2-4 görüşdə Rəvanın 3 qələbəsi, bir seçkisi var idi. Yəni əslində o zamanlar Azal ideal komanda hesab olunurdu. Rəvan yeni formalaşmış, Premier Liqada yeni çıxmış komandaydı, amma belə bir sindromu var idi Azalın. Onu nəhayət 2012-ci ildə qırdı. Şalanlar 3-1 hesablı qələbə ilə. Ondan sonra dönüşümü olaraq komandalar qələbə qazanır. Ümumilikdə bu 13-cü qarşılaşmada tərəflər arasında 4 qələbə Azalda, 5 qələbə Rəvanda var. 3 dəfədə maç iştirakçılənib. 16-17 idi oyuna qədər artıq top fərqi 17-17. Yəni bərabərdir. Uzar Kvitsə fərqlənib qeyd edək oyunun 7-ci dəqiqəsində. Rəvan hücum qurmağa çalışır. İlk dəqiqələrdə olduğu kimi hələ də Rəvan hücumu necə quracağını, necə rəqib qapısına yol tapacağını tapa bilmir. Məhəmməd Aliyevin bu uzun ötürməsində Ramazan Abbasov bəlkə də karyerasının formasının ən yaxşı vaxtlarında çatardı. Bu isə qolun təkrarı. Maxnovskinin kobud səhvi, Nuqzarın qolu və Tarlan Əhmədovun sakit reaksiyası. Sevinmədiyini demək olmaz əlbəttə, bu absurd olar. Üzdən ən azından. Göstərmədi bunu. Bəli. Təmkinli sevinç demək olar. Hələ hər şey bitməyib əlbəttə oyunda. Oyun yeni başlayıb. 18-ci dəqiqə tamamlandı. 19-cu başladı. Bu dəqiqələrdə Rəvanın cavab qolunun nəyin hesabına vuracağını demək Çox çətindir. Amma çalışır indi sağdan Novruz Məmmədov. Mərkəzi keçməyə çətinlik çəkir Rəvan hələ ki. Parlay, Yamin, Ağakərimzadə. Tural Qürbətov geriyə düşüb topu qəbulləmək üçün. Suma, Ramazan Abbasov. Vanzav imkan vermədi və out. Top ilə Ramazan Abbasovun özünə toxunaraq meydanı tərk etdi. Azal yan xəttdən topu oyuna daxil edəcək. Vanzav Məmmədov da əlbəttə tələsməyəcək bu dəqiqələrdə, tələsəsi yerdə yoxdur. Zaman gedir, saniyə üçün. Zamanı Azal üçün qazanır. Uzun oynadı Məhəmməd Bədəlibəli, Orxan Lalayev onu qarşılayır. Top Murad Səttarlıda qaldı. Muradın yox, yumuşaq ötürməsi. Quzar Kvirtiyə qapadı orada hücumu. Yaxşı düşüncə idi, amma oradan qapıya düşməyə çətin idi. Hərçənd Quzar 10 dəqiqə əvvəl, 12 dəqiqə əvvəl daha çətin yerdən bəli qol vurmuşdu, amma buradan həyata keçirilmişdi. Hərəkətdə, havada yəni topu yaxalaya bildi Quzar Kvirtiyə. Azalın hücumları daha kəsərli alınır, daha Düşünülmüşdü. Bəli, daha düşünülmüşdü. Murad Səttarlı topladı, amma bu dəfə topu ayağında saxlaya bilmədi. Hələ ki, təhlükə məhz o cinahdan gəlir.
Orada təhlükəli oyun var idi. Nicat Muxtarlı topladı. Hakim davam işarəsi vermişdi, amma bu dəfə saxlayır. İndi hansı epizodda təkrar salınmış sarı vərəq olacaq Tagim Novruzova. Amma qayda pozuntusu Nicatın ikinci dəfə yıxıldığı yerdən. Və təhlükəli zonadadır hazırda hakimin təyin elədiyi cərimə zərbəsi. Əlbəttə, baxın topun arxasında kim var? Bax, burada Yamin Ağakərimzadəyə qarşı. Sən də qeyd etdiyin kimi, yaxşı vaxtlarında Ramazan Abbasov bu cür zərbələri dəqiq və güclü zərbələri var. O ən yaxşı formada olduğu vaxtlarda. Yenə də topun gerisində kapitandır. Topun gerisində olan futbolçulardan biri Ramazan Abbasovdur məhz. Bir qədər əvvəl Tural Məmmədov göstərdilər. Əlbəttə, sarı vərəq ona yox, Tagim Novruzova göstərilmişdi. Suma topun arxasında Ramazan Abbasov. Suma sol ayaqlıdır, buradan sol ayaqla yaxın güncü nişan almaq olar. Amma bir şərtlə ki, topu canlı səddin üzərindən vura biləsən. Bu halda top həm dəqiq olsun, həm də güclü olsun, qüvvətli olsun. Bunu hər futbolçu eləyə bilmir. Görək Şerif bunun ötəsindən gedə biləcək mi? Ramazan isə sağ ayaqla, amma Şerif Suma yerinə itirəcək. Halda belə görünür ən azından. Canlı səddi Rauf Cabbarov orada qurdu. Qapçı ilə birgə. Ötürmə də ola bilər, amma fit verilir. Zərbə. Kim? Ramazan yoxsa Şerif? Özləri də sanki qərar verməyiblər. Ramazan aldı, zərbə indirdi. Damaşq o yerində. O qədər də təhlükəli zərbə alınmadı. Ümumiyyətlə təhlükəli deyil. Yəni, bunu demək olar. Qapı çərçivəsində statistikaya yazılan bir zərbə. Dəqiqliyə dəqiq idi, qapı çərçivəsində getdi, amma qüvvətli deyildi. Top İlqardadır. Emin Cəfərquliyev hücuma qoşulur. Bəlkə də birinci dəfədir bu maçda hücuma qoşulur Emin Cəfərquliyev. Hələ ki risksiz oynayır iki dəqiqələrdən. Qvanzavı daha çox görmüşük ön tərəfdə. Hərçənd bundan əvvəlki oyunlarda Emin Cəfərquliyevin fəallığı var idi bəzi maçlarda. Və mən deyərdim ki, son illərdə Emin Cəfərquliyev ən yaxşı mövsümlərindən birini bu il keçirir. Bir müddət kölgədə qaldı bu futbolçu. Azal sanki ona ikinci nəfəs verdi. Görək mövsümü necə başa vuracaq Emin Cəfərquliyev. Səfər məsələn, Gəncədə Kəpəzlə qarşılaşmadan sonra bizim kameralarımıza müsahibə vermişdi Emin Cəfərquliyev və bildirmiş ki, Azalda indi futbolçular hər biri həm komanda üçün, komanda adı üçün oynayır. Bu şübhəsizdir, onlar Azalın şərəfə qoyurlar. Amma həmçində özləri üçün oynayırlar. Öz karyeralarını yenidən yaxşı səviyyəyə qaldırmaqdan ötürü yenidən bəlkə də milli komandanın daha iddialı klubların diqqətini cəlb eləməkdən ötürü. Və nəzərə alsaq ki, millidə hər zaman problemli olan sol cinah müdafiəçisi mövqeyində çıxış edir Cəfərquliyev. Bu, onun üçün əlavə bir stimul ola bilər. İstənilən halda hər bir sol cinah oyuncusu üçün bu önəmlidir. Bu yer. Novruz Məmmədov. Outla oyun. 23-cü dəqiqədə indi Rəvanın hücum cəhdi, bəli. Nicat Muxtarov. Türməsi. Dəqiq deyil. Murad Səttarlı yenidən topu burada komandasına qazandırır. Rahil Məlikov irəli doğru ötürməsi rəqibə. Səhvini düzəldir burada. Birinci hissəni yarladıq. Azalın. Son dəqiqələrdə bəli, Rəvana top keçib. İndi səhv İlqar Ələşmənovdan bəlkə bu hücumda nəsə çıxa. Öz növbəsində Rəvanlı futbolçular da səhv edirlər. Arda-arda iki epizodda Rahil Məlikov komandasına topu qazandırmağı bacardı. Murad Səttarlı Qvanzavı qoşur. Qvanzav topu meydançada saxladı, amma hər halda özünü saxlaya bilməsə də meydanda. Birinci hissəni demək ki, yarladıq. Azalın müəyyən hesabda da üstünlüyü var. Oyun mənasında da onların hücumları daha kəsərli alınır. Xatırladım ki, bu maç CBC Sport telekanalının canlı efirindədir. Azərbaycanda ilk HD telekanal. Oktyabrın 1-dən biz hələ ki test yayımındayıq. Və bu mövsümdən Azərbaycan Topaz Meqasının yayım hüququna, ekskluziv yayım hüququna malik və CBC Sport telekanalında. Onda vurğulayım ki, fasilədə televizor qarşısında ekran başından ayrılmırsınız. CBC Sport infonun buraxılışı olacaq. Fasilədə xəbərləri izlədikdən sonra yenidən futbolu birgə izləyəcəyik. Və indi sarı vərəqə göstərildi Rauf Cabbarovdan. Novruz Məmmədov. Nuqzara qarşı Kobuda oynadı. Rəvandan ilk futbolçudur ki, sarı vərəqə ilə cəzalandırılır. Bundan öncə Tagim Novruzov Azaldan sarı vərəqə almışdı. Bunları yadda saxlamaq çox önəmlidir. İlqarın ötürməsi. Nədən? Çünki yaxınlarda mən
CSKA Lokomotiv maçını şərh edirdim. Hansı ki, CBC Sport telekanalında Rusiya Premyer Liqasının oyunlarda yayınlanacaq. Bəli, bilirsən bunu. Bəli. Və həmin maçlardan birini mən şərh edirdim. Orada Vedran Çorlukaya baş hakim sarı vərəqəni göstərdi. İkinci sarı vərəqəni. Amma yadından çıxmışdı ki, o ikincisidir. Yalnız futbolçuların göstərişindən, ona xatırlatmasından sonra ikinci sarı vərəqəni göstərdi. Ona görə bizim heç olmasa yadımızdan çıxmasın. Qeydlərimizi apardıq. İndi hücum bir Futbol tarixində bir neçə bu cür məqam olmuşdu, bəli. Elə yayınlardan söhbət düşmüşkən CBC Sport telekanlı bir mövsüm İtaliya seriyasının ekskluziv yayım hüququna malikdir və bu həftədən etibarən biz sizə İtaliya çempionatının bir neçə oyununu və hər tur əlbəttə göstərəcəyik. Bundan başqa Hollandiya çempionatı, Braziliya seriyası kimi çox maraqlı ölkə yarışları, Ukrayna, Rusiya Premyer Liqasının oyunları, Türkiyə kuboku və Super kuboku uğrundan maçlar, digər idman növlərindən Milli Basketbol Asosiasiyası NBA-in maçları, çox nüfuzlu tenis turnirləri, yəni WTA, ATP və böyük dəbilqə statuslu turnirlər hamısı CBC Sport telekanalında olacaq. Ona görə də bizim idmanın ekran başından ayrılmayın. Darıxmaq üçün artıq heç bir məqam olmayacaq. Bəli. Bizdə isə hesab 1-0-dır. Azal Nuqzar Kürdiyanın qolu sayəsində Rəvanı öz meydanında 1-0 məğlub edir. Tribunalarda Məhz Kürdiya ilə topla geriyə oynayır. Azarkeşdən sayı az olduğuna görə biraz kamera havası var. Burada sanki teatr havasıdır, amma məncə maç bizi darıxmağa qoymur. Yəni səhvlər çoxdur. Keyfiyyət o qədər də yüksək deyil, amma komandalar mübarizə aparlar. İstək və əzm meydanda daha çox rol alır. Öz yerini tutub belə deyək. Bu istəyin nəticəsində də Emin Cəfərquliyev indi Barlaya qarşı qaydanı pozur. Tez başladı Rəvan. Novruz Məmmədov geriyə oynayır. İlk dəqiqələrdən də vurğuladığımız kimi Rəvan hələ də hücum qurmaq mənasında böyük problemlər yaşayır. Ramazan Abbasov burada Tagim Novruzova qarşı kobud oynadı. Tagim Novruzov kim ötürəcəyinə baxır. Topu Rail Məlikov həvalə edir. Bəli, Ezal tələsməyəcək. Rail Məlikov varkən zərbəni heç kim yerinə yetirmir. Yenə özü Rail Məhəmməd Bədəlbəylini tapmağa çalışdı, amma Makhnovskiyə qədər top getdi, çatdı. İndi uzun oynuyor Konstantin Makhnovski. Təhlükəli ola bilər. Hümbətov istiqamətinə, amma adaşı Hümbətov, sonra da Emin Cəfərquliyev təhlükəni savuşdururlar. Xatladım, bu Topaz Memeqası 7-ci turunun açılış maçıdır. Bugün Azar Rəvan görüşünü canlı izləyirik. Sabah Zirə. Burada elə Şüvalana çox yaxın bir ərazidə Zirə qəsəbəsinin Olimpiya İdman Kompleksinin stadionunda çempionatın sürprizlərindən olan mövsümün Zirə Neftçini qəbul edəcək. Maç saat 7-də başlayacaq və əlbəttə CBC Sport telekanalının canlı efirində olacaq. Qaçırmayın həmin qarşılaşmanı. Bazar günü isə daha 3 maç var. Inter Qarabağ saat 7-də, Kəpəz Sumqayıt maçı saat 4-də və CBC Sport telekanalının yayımlayacağı daha bir görüş. Qəbələdən birbaşa yayımla Qəbələ Xəzər Lənkəran. Out Rəvanındır. Novruz Məmmədov bəlkə də karyerası ərzində bu qədər outla topu oyuna daxil etməmişdi. İndi onun uzun ötürməsi Rail Məlikov. Ramazan zərbə mövqeyinə çıxıb, zərbə vurmadı, Allah'dır. İkinci cəhddən zərbəsi sıçrayışla Namaşko bir qədər sıçrayış zərbənin gücünü azaltdı və Namaşkoya da ciddi çətinlik yaratmadı. Diqqət edirək. Bəlkə də birinci epizodu Tural idi. Həmçinin Rail Məlikovun ayağına idi. Bəlkə də birinci epizodda zərbə indirsə daha təhlükəli olar. Bəli, zərbə indirsə bəlkə də çərçivəni görə bilərdi Ramazan. Yenidən o qoşur Məhəmməd Aliyevi. Yaxşı açıldı cənab müdafiəçisi. Topu meydanda saxlayacaq. Uzun ayaqları var. Çatdı Novruz Məmmədov. Nuqzar ona qarşı out. Rəvan bu dəqiqələrdə sürəti artırıb, təzyiqlər çoxalıb. Baxaq bu bir nəticə verəcəkmi? Novruz da keçmiş azallıdır. Out'u atdı Məhəmməd Aliyev. Suma. Ramazan Abbasov. Ümumiyyətlə Azərbaycan Ramazan Abbasov. Bəli, Ramazan Abbasov indi top oldu. Ümumiyyətlə Azərbaycanda elə futbolcular var ki, demirlər ki, Premyer Liqada çıxış edib bütün klublara şərəfini qulublar və hər oyunda biz onun keçmiş komandasına qarşı mübarizə apardığını qeyd edirik. Amma nə edək, bizim də peşəmizin tərkib hissələrindən biri budur. Tarixi xatırlatmaq. Vüqar Bəybalayev irəli doğru ötürür. Ramazan Abbasova qarşı burada Ramazan Pavadar qaydanı pozdu. Köpüdə oynayır. Əslində çox təhlükəlidir belə
məqamlarda havaya mübarizəyə qalxan futbolçuya toxunmaq, istənilən toxunuş müvazinətini itirməsinə çox uğursuz şəkildə yerə düşməsinə gətirib çıxara bilər. Bəzən də ciddi zədəyə səbəb ola bilər. Çıxarır. Dəfələrlə biz görmüşük futbolda. Bu dəfə Ramazan zədəsiz qurtuldu. İndi özü cərimə zərbəsini yerinə yetirəcək 30-cu dəqiqədə. Cərimə zərbəsini vuracaq Ramazan Abbasov. Yenə elə həmin briqada gəlib. Standart vəziyyətlər briqadası Rəvanda 6 nəfərdən ibarət. Penalti nöqtəsinə Nicat Muxtarovun başlı zərbəsi təhlükəli idi. İki dəfə artıq həmlə eləyib Rəvan qapıya müxtəlif məsafələrdən. Cərimə zərbəsindən və sonra Ramazan Abbasovun meydandan zərbəsi. Bu dəfə yenə Ramazan iştirakı ilə cərimə zərbəsinin daxilindən Nicatın başlı zərbəsi çərçivəyə düşə bilmədi Nicat. Maraqlıdır ki, Rüstəm, Sumqayıtla maçda Sumqayıtın Azalın qapısında yaratdığı təhlükəli vəziyyətlərin əksəriyyəti məhz baş zərbəsi ilə başa çatmışdı. Daha çox cinahdan ötürmələrlə hardasa 6-7 təhlükəli epizod məhz bu cür hücumlar nəticəsində meydana gəlmişdi. Daha çox cinahdan hücumlar və mərkəz hücumçusunun qapıya doğru zərbələri Azalı kəsinanları yaşamağa vadar etmişdi. Futbolda ümumiyyətlə standart vəziyyətlərin dərmanı çarəsi yoxdur. Yəni, dünən Qurbanov Qarabağ Anderlecht maçından sonra mətbuat konfransı çox maraqlı bir fikir bildirdi. Çox yanında qaldı. O bildirdi ki, mən 4 hündür boylu, yüksək səviyyəli mərkəz müdafiəçi cəlb eləsəm, yenə də deyə bilməyəcəm ki, mən 200 zərbəsindən sonra Qarabağ qol buraxmayacaq. Yəni, bu mümkün deyil. İstənilən komanda burada buraxır. Bu da o ki, qaldı cinahdan ötürmələrdən sonra, əlbəttə cinah oyuncuların ora gəlib əlverişli yerdən o zərbəni ötürməni verməsinə imkan yaradılmamalıdır. Belə ki, son dəqiqələrdə Rəvan bir neçə dəfə bunu eləməyi bacarıb. İndi Novruz Məmmədov. Bu məqamı niyə qabartdım Rüstəm? Çünki son 5-6 dəqiqədə Rəvan daha çox cinahlardan hücum qurmağa çalışır. Və Rəvanın, belə deyək, yəqin ki, Emin Quliyev ötən maçı, Sumqayıt olan maçı yaxşı analiz edib və bu məqamı mütləq istifadə eləməyə çalışır. Həmçinin mərkəzdən daxil olmaq çox çətindir. Əlbəttə, səndə Zidan yoxdursa. Zidan da Azərbaycan çempionatını oynamır. Zidan olmasa da başqa bir, onun saç düzümünə oxşar bir futbolçu var Rəvanın heyətində, amma o hələ heç ciddi bir zərbə ilə və ya təhlükəli bir vəziyyətlə yadda qalmayıb. Yalnız son dəqiqələrdə başda endirdiyi zərbə bir qədər təhlükəli oldu. Söhbət Nicat Muxtarovdan gedir. Barlay. Quruliyanın pressinqlə tətbiq elədi. Amin Ağa Kərimzadə geriyə. İndi Məhəmməd Bədəbəli Vüqar Bəybalayeva qarşı pressinq edirdi. Çıxdılar. Bakı Futbol Məktəbinin yetirmələrindən hesab olunur. Vüqar Bəybalayev. Nicat Muxtarov topladı. Ötürməsi Məhəmməd Əliyev. Tural topa çata bilmir. Burada heç kim topa çata bilmədi. Mübarizə hava. Top Rəvandadır yekunda. Amin Ağa Kərimzadə yumuşaq ötürmə. Məhəmməd Əliyevi tapdı cərimə meydançasında. O keçə bilərsə çox qapıdan təhlükəli idi. Bir toxunuş yetərdi ki, orada top qapıdan keçsin, amma heç kim qapamadı bəli. Burada epizoddan biraz kənar qaldı. Məhz bu səbəbdən də hesab dəyişməz olaraq qalır. Azal 1-0 hesabı ilə öndədir. Şığımadı ora. Emin Quliyev formadadır. Manzava out atır. Amin geriyə Maxlovskiyə. Bu dəqiqələrdə Azal topu Rəvana verib. Və yaxud da əksinə Rəvan Azal topsuz qoyub. Nicat Muxtarov, Suma, Ramazan Abbasov verdi, özü də qoşuldu Suma. Ramazan onu düşünəcəkmi? Yox. Nicat Muxtarova müvazinətini itirsə də epizod davam edir. Yenə onun da yumuşaq ötürməsi. Tural Ümmətov, adaşı Tural Ümmətov. Oyundan kənar vəziyyət. Bəli, hakim burada oyundan kənar vəziyyət qeydə alır. Təkilərinə baxaq. Bəli. Bu da aşkar. Temp əlbəttə yüksək deyil, belə ki, hakimin köməkçiləri çox rahat çatdırırlar sonra. Reaksiya verməyək. Temp qalxsa necə olacaq? Deyək ki, səhvlər olmayacaq.
Namaşko. Daha çox qol görək. Mübarizə top. Tagim Novruzova gəlir. Geriyə Tagim oynayır. böyük çətinliklə dondur. Ram elədi və geriyə oynadı. Rahil Məlikov irəli doğru oynayacaq yəqin ki. Bir variantı yoxdur, amma risk eləmək də olmazdı. Out. Rəvanın sakitləşdi presinq Azal. bəhrəsini verir və Azal bir qədər sakitləşib. Son dəqiqələrdə Rəvanın təşəbbüsə Ramazan Abbasov. yiyələndiyi şahidik. Götürmə səhv ola bilər. Təhlükəli ola bilərdi. Barlayın təcrübəsi bu hesabda köməyinə gəldi. Küləyi ilə hiss elədi ki, o pressing eləyirlər. Buraxsa Azal topu ələ keçirə bilər. Yamin. Ötürməsi. Tural. Topladı. Tagim. Bətov Tural. Ümbətov. Geri oynayır. Təhlükəli ola bilərdi. Muqzar topladı. Əhmədov Topu ciddi gövdəsi ilə çox narazılığını yaxşı bildirdi saxlaya bilir. Namaşkoya. Və lazım olan cərimə zərbəsini qazandı Muqzar. Hər şeylə gedir futbolçular bu dəqiqələrdə. Azala bu temp sərfəlidir, 1-0 üstünlüyü var. Rəvana isə ümumiyyətlə sərfəli deyil, amma biri var. Eləmək istəmək, bir də var elə bilməmək. Geriyə yenə risklidir Tərlan Əhmədov. Xeyli əsəbləşdi bundan əvvəl. Top Namaşkoya göndəriləndə yenidən Azal eyni şeyi təkrarladı. Bu dəfə yaxşı qurtuldular. Tagim Novruzov bu dəfə rahat ram etdi topu. Amma yeni geri oynadı. Ümbətovun irəli doğru ötürməsi. Cəfər Quliyev maç ərzində artıq ikinci dəfədir hücuma qoşulur. Tərlan Əhmədov artıq bezdirdi. Tagim Novruzov Takibi geriyə ötürmələri. Amma Takimin başqa variantı yox. təəssüflənir bu məqama. Ümbətov, Cəfər Quliyev. Cəfər Quliyev özü irələməyə qərar verdi, amma topu burada Bəybalayevə ötürmüş oldu. Ümbətov, Qürbətovla hava top mübarizəsindən qalib ayrıldı. Bəybalayev, Muxtarov, Məhəmməd. Qayda Güzel pozuntusu. burada. Bəli. 37-ci Məhəmmədə dəqiqədə. qarşı. Kobud oynadı. Kobudluq bəlkə də demək olmazdı. Sadəcə qaydanı pozdu. Yəni çəkdi çiynindən. İndi Nicat Muxtar tez başladılar. Sarjantan Məhəmməd Aliyev Tural Qürbətov cərimə yönətçisinə daxil olur. Orada top gözləyir. Onun topu ötürənə qədər xeyli vaxt edəcək. Nicat topu önünə Çox alır. gözəl keçir. Gol vurası. Əla Zərbəsi. gol olar. Namaşko. Gözəl gol ola bilərdi bu epizodda. Nicat Rəvan heyətində hələ ki ən təhlükəli vəziyyətlərin mərkəzindədir. Bəli. Çox yaxşı keçdi. 2 dəfə Azallı oyunçuları zərbəsini uzaq, əslində elə əsil eləyə biləcəyi kimi uzaq dirəyə vurdu. Bu epizodda arxada top daşıyan bir uşağın reaksiyası çox maraqlıydı. Həmin o keçidlərə. Tagim Novruzov nəhayət irəli oynayacaq mı? Yenə paralel ötürmə, Nüqzat Mirtiyə. Quruli. Hələ də ondadır, itirir. Nəsə başlıyor. Məhəmməd Aliyev. Hakim burada Yaminə mane oldu. Burada oyundan kənarı vəziyyət. Məhəmməd Bədəlbəyli idi offside. Tərlan Əhmədov orada pressing eləməyə tələb eləyir. Orada yəni meydançanın rəqib aid olan Nicat hissəsində. Muxtarov çox geriyə çəkilib. Ümbətov. Çox səliqəsiz oynadı Qərəş Rəvan Barov. pressinqi artırıb bu dəqiqələrdə. Barlay, Məmmədov ötürməsi. Çox səliqə Məmmədovlardan biri. Yenə Novruz Yenidən Məmmədova. Novruza ötürür. Novruzun ötürməsi. Ramazan Qapıya biləcək Abbasovun mümkün zərbəsi. Namaşko. İkinci dəfə ardıcıl Valdolova qapçı ustalığını göstərir. Əminliklə demək olar ki, ilk hissənin ikinci hissəsi Rəvanın aktivindədir. Yalnız qol yoxdur. Xeyli zərbədə indiriblər. Artıq 2 dəfə təhlükə yaradıb. 3 dəfə deyərdim ki, Azalın qapısı qarşısında. Özünə gəldi Rəvan. Azal Rəvanın daha çox futbolçu ilə hücuma çıxmağından istifadə edə bilər. Rəvan bu məqamı yəqin ki, diqqətdə saxlamalıdır. Futbolçular kəskin top bitirməməlidir mərkəzdə və xüsusən də hücuma çıxanda. Digər tərəfdən yəni bundan sığortalanmaq çox çətindir. Barlay. Dualda yaxşı dayaq yarımda fəskisi komandanın köməyi. Barlay, Yamin Ağakərimzadə ilə birgə həmin zonada oynayır. Qarşılanır Nicat Muxtarov. İndi o sol cinahda Sumaya, Ramazan Abbasov.
Murad Səttarlı burada topu meydandan çıxarır. Gürbətov, Muxtarov, Barlay, Məhəmməd yenidən geri oynayır. Rəvan geridən yenə hücum qurmağa çalışacaq. Yenə Barlay, Beybalayev, Məhəmməd. Sanki temp yenidən düşdü. Rəvan sona qədər bu tempi saxlaya bilmir. Məhəmməd topladı top itkisi. Məhəmmədin ötürməsi qeyri-dəqiq olsa da top Rəvanda qalır. Barlay, Novruz Məmmədov, Nicat Muxtarov, Yamin. Ramazan Abbasovun ötürməsi. Oyundan kənarı vəziyyət qeydə alınır burada. Maçda temp qalxır, temp düşür. Maçın tempi Bakının payızdakı havası kimidir. Temperatur kimidir, qalxır, düşür. Amma hələ ki, buradan temp qalxarkən Rəvan təhlükəli vəziyyətlər yaradır. Bu oyundan kənar vəziyyət. Təkrarını gördük. Bu da əvvəlki epizodun təkrarı. Ramazan Abbasov 3-cü dəfə çərçivəyə düşür. Bu dəfə Namaşq risk eləmədən yumruqları ilə topu qaytardı. Məhəmməd, Cəfər Quliyev qaydanı pozur. Beybalayev, Yamin Ağakərimzadə çevrildi. 6-cı toxunuş orada topa. Barlay, mərkəzdə fəaldır Barlay. Həm topun oyunun qurulmasında, həm də rəqib komandanın oyunun dağıdılmasında. 3 il əvvəl Barlay çox gözəl futbol oynayırdı. Orta xəttdə Azərbaycan çempionatının ən yaxşı oyuncularından biri idi. İndi o formasını əlbəttə xeyli uzaqdır Samuel Barlay. Bir müddət azalımda. Bəli. Heyətində çıxış edib bu futbolçu. Ümumiyyətlə uğursuz alındı onun azalıq karyerası. Həmin vaxtlarda yaxşı xatırlamırsam onun çəki problemi var idi və bu açıq-aşkar görünürdü. Hətta maraqlı məlumat çatdıra bilərəm ki, o zaman mən Azalda çalışırdım. Bu proses gözlərimin qarşısında olub. Vaqif Sadıqov o zaman Azalın baş məşqçisi xüsusi proqram verdi Samuel Barlaya bu çəkisini atmaq üçün, fiziki durumunu qaydasına salmaq üçün. Sona qədər Samuel bunun öhdəsindən gələ bilmədi. Yəni bir neçə ay orada oldu. Böyük ümidlərlə transfer olunmuşdu Azala. İndi Luqzaq Vertiya, Məhəmməd Bədəybəyini tapır, o çevrilir forvard. Təhlükəli ola bilər bu epizod. Quruli özünü təklif elədi. Məhəmməd Bədəybəyini forvarda xas şəkildə, yaxşı forvarda xas şəkildə çevrilməyə bacardı. Özü qapıya tərəf irəlilədi, amma indi özü də Aleksandr Qurulidən üzr istəyir ki, vaxtından ötürmə vermədi. Daha sonra qaydanı pozdu. Son 3 dəqiqə hakimin əlavə edəcəyi vaxtı nəzərə almasaq. Nicat Muxtarov, Tagin burada ondan topu almağı bacarır. Vanzaf topla irəliyir. Yaxşı sürəti var bu futbolçunun. Ramazan Abbasovu keçir. Çox gözəl keçdi Vanzaf. Sürət hesabına. Ötürmə alınmadı. Yəni, məsələ belədir ki, Küncdən zərbədir. Bəli, küncdən zərbədir, amma eyni ssenari ilə davam edəcəyini düşünmürəm. Məsələ belədir ki, cinah futbolçusu əgər sürəti ilə artıq rəqibini yarım gövdə udubsa, ilk toxunuşda, ilk cəhdən cərimə meydançasına ötürmə verməlidir. Bu futbol əlifbasına yazılmış. Qazaq bir qədər gecikdə ötürmə verməyə, o vaxta qədər artıq Ramazan gəldi öz səhvini də. Həmin o sürətin çatışmazlığından yaranan səhvini düzəltdik. Düzdür, kün zərbəsi nəticələnir, Azalın hücumu belə davam edəcək. Bu Rəvan üçün siqnal ola bilər. İkinci hissədə Vanzaf hücumları bu cür qoşulsa daha təhlükəli ola bilər Azalın hücumları. Xüsusən sağ cinahdan. Amma 90 dəqiqə Vanzafın eləməsi çox çətindir əslində. Bunu bir neçə dəfə oynayacaq ola bilər. Luqzaq Vertiya. Sanki dejavu yaşayırıq. Yenə öndürək, yenə ora qaydır top. Amma düşmədi Luqzara. Yenidən səhvə yol verir Məhəmməd Əliyev çıxarkən, amma indi bəlkə... Cəfər Quliyev yaxşı oynadı həmin epizodda. Qayda pozuntusu var idi, amma hakim davam işarəsi verdi. Üstünlük Azaldaydı. Bu epizodda isə top oyundan çıxır. Tagim ciddi zədə alıb. Sanki yəni bu epizoddan təkrar izləsəydi daha dəqiq bilərdik. Bu da təkrarı. Topu xilas elədi komandası üçün. Toqquşdu. Amin Ağakərimzadə ilə. Ciddi zədə alacağını inanmırıq. Bəli, qayda pozuntusu var idi amma. Sadəcə epizodu üstünlüyəm. Tagim ümumiyyətlə fiziki cəhətdən güclü futbolçulardan hesab olunur. Ən azından bəli. Artıq ayağa qalxır, burada bir şey yoxdur. 5-ci dəqiqə oynanılır. İlk hissə başa çatmaq üzrədir.
Bir daha xatırladım ki, maç birincisi başlayandan sonra heç yerə ayrılmırsınız. CBC Sport telekanal efirində CBC Sport Infonu xəbərlərin növbəti buraxılışını izləyin mütləq və fasiləli məhz belə keçirin. Deyildən ikinci sizlə qarşınızda olacaq. Xələlik, Azalın indi son hücum cəhdlərindən biri. Rəvan çıxdı. Gürbətov topu gövdəsi ilə saxlayır. Təcrübəli Rail Məlikov topu meydandan çıxarır. Suma Nicatla oynayır. Yamin Ağa Kərimzadə. Novruz Məmmədov sağda. Məhəmməd Aliyev daxil oldu mərkəzə doğru. Mövqeyi boşaltdı Novruz üçün. Sol ayağı yaxşıdır Məhəmmədin. Az qalan Maşko səhvə yol verəcəkdi, amma ikinci cəhətə topu tutur. Maşko yaxşı qapıcıdır, amma sabit deyil. Təkrarına baxaq. Bu təkrarı izləyərkən Rauf Cabbarov heç bir dəqiqə əlavə eləmədən birinci hissənin bitdiyinə işarə verir. Şüvalanda Azal Arenada Topaz Premier Liqasının 7-ci turunun açılış maçında meydan sahibləri Azal 7-ci dəqiqədə Nuquzar Kvirtiyanın qolu ilə hesabda öndədir. Biz dəyərlərik fasilədir. CBC Sport telekanalında qalın və xəbərlərin növbəti buraxılışından sonra ikinci hissədə qarşınızda olacaq. Yavaş-yavaş Rəvan bərabəri qoluna yaxınlaşdı birinci hissədə, amma indi ikinci hissə başlayır. Fasilədən qayıtdılar komandalar. Rauf Cabbarov köməkçilərinin işarəsini gözləyir. Toru yoxlayırlar arazında, qapı torlarını. Bütün prosedurlar həyata keçirəndən sonra ikinci hissə başlayacaq və biz elə vaxt itirmədən heyətlərlə tanış eləyək. Qonaqlardan başlayaq. Rəvanın heyəti. Rəvan heyəti, deməli 32 nömrəli futbolka ilə çıxış edən qapçı Konstantin Makovski, 21 Novruz Məmmədov, 6 Vüqar Bəybalayev, 16 Orxan Lalayev, 11 Şerif Suma, 18 Samuel Barlay, ilk hissənin fəal futbolçularından biri, 92 Yamin Ağa Kərimzadə, 99 Nicat Muxtarov, 22 Məhəmməd Aliyev, 17 Ramazan Abbasov və komandanın hücumçusu Tural Qurbətov, 19 nömrəli futbolka ilə çıxış edir. Baş məşqçi Emin Quliyevdir. Komandanın bu mövsümdən arxasında indi Rəvanın ilk hücumu ikinci hissədə top Yaminin arxasında qaldı, onu saxlaya bilmədi və buradan əgər təhlükə çıxmazsa baxaq, görək bu hücum necə nəticə edəcək. Bitirir Nuquzar. Tural Qurbətov tək gedir bir ordunun üzərinə. Bir neçə nəfərin arasına girdi, əlbəttə orada çox çətin idi. Ordudan bir sərkərdə çıxdı onun qarşısını almağa, da Tural. Barlay hücumunun ikinci dalğası. Nicat Muxtarov sol cənahda Ramazan Abbasov oynayır. Abbasovun cərimə meydançasının mərkəzinə ötürməsi Tural Qurbətov. Yenidən Tural burada yaxşı oynayır. Və qayda pozuntusu İlqar Əkbərovdan Nicat Muxtarova qarşı birinci hissənin birinci dəqiqəsinin lap sonunda Rəvan təhlükəli sayıla biləcək nöqtədən cərimə zərbəsi yerinə Sanki ilk hissənin tam olaraq davamını izləyirik. Fasilə olmamış kimi. Çünki Rəvan həmin hücumları davam elətdirir. Azal isə heç cür özünə gələ bilmir. Təxminən 20-25-ci dəqiqələrdən sonra ilk hissədə Azal hələ ki Rəvanın 20-ci dəqiqəyə qədər göstərdiyi futbolu sərgiləyir. İndi Tural Ramazan Abbasov yoxdur, uzaqlaşıb oradan. Tural Qurbətovda Şerif Suma var. Buradan sol ayaqla çox çətindir qapıya düşmək. Sol ayaqla ötürmə vermək olar. Bəli, yalnız ötürmək. İndi görək nə qərar verəcək Rəvanlı futbolçular. Amma hər halda Namaşko 4 nəfəri qoydu topun qarşısına canlı sərt kimi. Risk eləmir. Soğurtalayır özünü. Tural Qurbətov tək qaldı topun arxasında. İndi ötürmə verir Ramazan Abbasov, imkan vermə Tural üzərinə vursun. Şerifin bir toxunuşla cərimə meydançasına doğru göndərdiyi top. Orada heç kim toxuna bilmir. Namaşko müdafiəçilərə narazılığını bildirir. İradlarını da çatdırdı. Burada ki, necə buraxdınız? Bir anla boş qaldı. Suma diqqət etirək. Vanzan Məmmədov başqa yerə baxırdı. Gol vursaydı, əgər gol olsaydı, məhz onun vicdanında olardı. Və Azalın heyəti qapıda Stanislav Namaşko indi top oyuna daxil edəcək futbolçu. Müdafiəçilər komandanın kapitanı 2 Rail Məlikov, 3 Tural Ümbətov, 24 Emin Cəfər Quliyev və 4 Qvanzav Məhəmmədov. Orta xəttə dayaq yarım müdafiəçilər İlqar Əkbərovla Taqib Novruz oynayır. İlqar nömrəsi 14-dür. Qurulyovların önündədir. İndi o sağdan hücuma qoşulub cəriməcəsini ötürməsi Lalayev qarşılayır. Cinahlardan Nuquzar Kvirtiyə və 21 Murat Sətdavan Leyganə format 19 nömrəli futbolçu Məhəmməd Bədəlbəyli baş məşqçi Tənar Əkbəd. Rəvanda baş məşqçi Emin Quliyevdir, bunu da xatırladaq.
Rauf Cabbarov oyunun baş hakimindeki signal verdi. Qvanzav Məmmədov 3 nəfər burada mübarizə apardılar. Qurur İzalcınaqda ötürməsi təhlükə ola bilər. O, top qapı tilinə dəyir. Sanki ilk hissədə Nubzarın gözlənilməz zərbəsinin davamı idi bu. Amma bu dəfə top Quruli. Qurulun ayağından çıxdı, diqqət etirək. Ötürmə vermək istəyirdi. Burada heç kim gözləmirdi ki, top həmin trayektoriyanı cızıb qapı tilinə tuş gəlir. Bu cür məqamda topun qapıya daxil olması bir qədər çətindir. Bir qədər yox, çox çətindir. Hakimlər briqadası Rauf Cabbarov idarə edir. Ona Knyaz Əməlistanov, İskəndər Əliyev kömək edirlər. 4-cü hakim Nail Nağıyevdir. Axla nümayəndəsi hakim Məmmədzadə və hakimlərin işinə qiymət verən şəxs Şahin Cəkarov. İlk hissəni qısaca olaraq izləməyənlər üçün xatırlatsaq, 2-3 cümlə ilə necə icmal etmək olar, necə ümumiləşdirmək olar. İlk hissənin ilk dəqiqələrindən Azal aqressiv futbolu və ikinci hissənin sonlarına yaxın Revanın özünə gəlməsi və ümumiyyətlə mən deyərdim ki, yarılara, yarı hissələrə bölsək bərabər oyun oldu. Yalnız Azalın üstünlüyü yalnız vurulan qolda özünü göstərdi. Qvanzav Məmmədovun sağ ayağının çölü ilə qüvvətli zərbə indirir, uzaq məsafədən top qapının üstündən keçir. Qvanzav da ilk hissədə son dəqiqələrdə fəallaşdı. Sürətli keçidi ilə yadda qaldı. Düzdür, ötürməsi qeyri-dəqiq olmuşdu. Vaklovskinin göndərdiyi top out'a gedir. Yamini görür ekranlarımızda. İsə Məhəmməd Aliyev. Məhəmməd də fəal idi ilk hissədə. Topa tez-tez açılırdı. Yarım müdafiəçi kimi hücumçuları topla təmin etməyə çalışırdı. Hər dəfə bu alınmırdı. Bədəlbəli orada mübarizə aparır. Bəy Balayev top ondan alır. Səttarlıdan top meydanı tərk edir. Rəvan hücum qurmağa çalışır. Hakim yerindən yerinə yetirməsini göstərir. Bəli. Novruz Məmmədov. Tural çağırdı, uzun oynadı. Emin Cəfər Quliyevi qarşıladı. Çıxarkən Rəvandan səhv, Tagimdən də səhv. Emin Cəfər Quliyevdən də səhv. Bu dəfə düz. Murad Səttarlı topladı. Cəfər Quliyev hücuma qoşulmaq istəyir. Top Novruz Məmmədovda qaldı. Novruz Məmmədov. Etiraz var. Murad Səttarlı yerdə qalıb. Meydançanın kənarında, ona görə topun meydançanı çıxarmağa ehtiyac yoxdur. Barlay. İrəli doğru ötürməsi. Tural. Burada topu geriyə qaytarsa da Muxtarov topu ələ keçirdi. Amma ötürməsi dəqiq olmadı. Ramazan Abbasov gileylənir bu ötürmədən. Gec reaksiya verdi əslində onun ötürməsinə. Ramazan və topu saxlaya bilmədi. Qvanzav indi altdan topu oyuna daxil edir. Balayev Qurul ilə qayda pozuntusu. Bədəlbəli ilə burada mübarizə aparırdı. Qayda pozuntusu qeydə alınır. Başladı Azal, Kvirtiya sağda. Sol ayağı daha güclüdür bu futbolçunun. Elə onunla da ötürmələri Quruliyə bir toxunuşla Quruliyə göndərməyə çalışdılar topu kimdəsə. Amma heç kim yox idi. Maklovski tez başlayır. Məhəmməd Aliyev. Üçüncü ötürmədə Rəvanı səhvdir. Tagim Novruzov isə bu oyunda bəlkə də artıq sayət ediyimiz geriyə ötürməsi. İlk hissədə Tərlan, baş məqsəd Tərlan Məhəmmədov bu cür epizodlara kəskin reaksiya verirdi, daha çox heyfslənirdi. İkinci hissədə düşünürük ki, hər hansı bir tapşırıq alıb Tagim bununla bağlı. Baxaq necə olacaq. Bu arada top... O tapşırıq hər an verilir meydançanın kənarından Tagim. Əlbəttə, düzdür meydançada kənardan baxıb göstəriş vermək asandır. Meydançada təzyiq altında bir an içində qərar verməlisən. Hələ ki, Tagim bir qədər risksiz, səliqəli oynamağa çalışır. Kəsərli oynamır, amma risk demək istəyir. Tural Ümbətov. Gürbətov topu itirdi. Ümbətov topladı. İrəli doğru ötürməsi. Cəfər Quliyev topla çıxır. Səttarlı sürət toplayır, amma ona doğru ötürmə olmadı. İndi ötürmə oldu, amma artıq epizod keçmişdi. Murad Səttarlı hücuma çıxmaqda bir qədər gecikdi sonradan. Temp yoxdur. Temp yoxdur, bəli. Yenə düşdü. Hala bir komandalar sürətlənən kimi biz kəsərli epizodları görürük. Yəni, yaxşı ötürmələr də olur. Cərimə meydançasına yaxınlaşmalar da daxil olmalar da olur. Amma indi futbolçular nə bacarırlarsa meydançada qoyurlar. Bu məsələnin başqa bir tərəfidir. Başqa məsələ ki, bacardıqları o qədər də çox deyil. Cəfər Quliyev. Ağa Kərimzadə. Top itirildi.
Kapitan topladı. Ramazan Abbasovun yaxşı ötürməsi. Məhəmməd topa çıxır. Ötürmə etmədi. Topu özündə saxladı. Yerdə qalır. Penalti etirazı. Rauf Cabbarov qalx Davam deyir. deyir. Yan hakim də epizoda yaxın idi. O da epizodla bağlı heç bir baş hakimə heç bir fikir bildirmədi. Barlay topladı. İtirir. Tagim baxaq geri oynayacaq mı bu dəfə? Tagim topu özündə saxlayır. Yamin qaydanı pozur. Epizodun təkrarına baxaq. Penalti iddiası Məhəmməd Aliyevdən 2 dəfə alınladıcı fənd. Baxaq. Topa da toxunuş var idi. Ayağa da var idi Tural Ümbətovdan. Hakimin qərarı davam oldu. Manzaf geri oynayır. Rahil Məlikov irəli doğru ötürmə. İlqar topladı. Mərkəzə doğru oynayır Tagim. İrəli ötürmə. Murad Səttarlı topa çatacaqmı? Bəli. Top O Muraddadır. qədər də çətin deyildi bunu eləmək. Murad cərimə meydançasına göndərir. Dəqiq Qarşısında Novruz ötürmə etmək Məmməd daha var. çətin idi. Bu dəfə Novruzov qarşısını alır. Cəfər Quliyev topu oyuna daxil edir. Tagim topladı. Yenə geri oynayacaq Tagim variantı yoxdur. Risk eləməyəcək. Artıq bir onun oyununu oxuduq. Virtiya, İqarəl Əkbərov cinahı dəyişdi. Yenidən Qvanzav Məhəmmədov. Onun Ramazan Abbasov qarşılığında özünü təklif edir. Qvanzav, Quruliyev fikirləşdi. Detirmə dəqiq deyil. Rəvanın əks hücumu sürətlə alınacaqmı? Nicat Muxtarov bir qədər cəhd tərpənsəydi bəlkə də. Amma artıq epizod keçdi. Tagim Novruzov burada mane oldu Nicata. Yamin topladı. Kimi ötürəcəyinə baxır Ramazan Abbasov. Bax, mən indi proqnozlaşdıra bilərəm. Suma sol cinahlı uzun oynayacaq. Ramazan topu qəbul eləyərsə, amma Rahil onu qəbul eləməyə imkan vermədi. Top meydançanı tərk elədi. Alt atacaq Rəvan. Rahil Məlikov ilk hissədə də, hələ ki ikinci hissədə də etibarlı oynayır müdafiədə. Həmçində Tural. Meydança genişdir əlbəttə. Futbolçular bu anlamı məfhumu qavrayırlar, amma qəbul eləyə bilmirlər. Qərar verərkən geniş oynamaq yoxdur. Məsələn, Qurul indi bir neçə saniyə əvvəl sağ cinahda rahat açılmışdı. Tural Ümmədov başını qaldırsaydı onun orada boş olduğunu görəcəkdi, amma başını qaldırmadan ötürmə verdi. Nəticədə top bitkisi. İndi Rəvan əks hücumu Məhəmməd Aliyev, Nicat Muxtarov yenidən Məhəmmədə. Məhəmməd düşündü ki, bəlkə Novruz ora gələ, amma Novruz tamam başqa düşüncədə idi. Buna baxmayaraq Novruz Məmmədov komanda yoldaşının ötürməsini alqışlayır. Ya burada başqa çarəsi qalmadı. Emin Cəfər Quliyev topu oyuna daxil etdi. Zaten susuruq ki, tribunların səsində işlək. İndi susuruq ki, futbolçuların bir-birlərinə verdiyi tapşırıqları, ifadələri. Etirazları. Tagim Novruzov yenidən geriyə oynayır. Rahil Məlikov. Məlikovun ötürməsi Nuqzar. Topu saxlamadan ötürmə eləməyə çalışdı. Ramazan Abbasov topladı. Ramazan Abbasov mərkəzə doğru. Yamin topladı. Ötürməsi yenidən Ramazan. Topsuzdur. Ramazan ötürməsini verir. Bu da dəqiq deyil. Xeyli səhv var. Yəni bu səhvləri sayan şəxsən indi bir qədər halını acıyıram bunun. Ötürmə səhvlərini və yaxud ötürmə dəqiqliyini. Çünki hər üç ötürmədən ikisi yanlışdır. Digər tərəfdən çox rahatca proqnozlaşdırıb əvvəlcədən sonunda 3-2 top itirməsi yaza bilər. Yəni, oyunun gedişindən bu görünür. Təbii ki, bu qədər top itkisi oyunun keyfiyyətinə də təsir edir. Tempi də aşağı salır. Tempi də aşağı salır, bəli. Barlay. Bax, indicə çox rahatca Novruz Məmmədova nə mane olur? Topu rahatca qəbul eləsə ötürmə versin, amma o nişan aldı Barlaya. Tural topu qəbul edir, ötürməsi. Tagim burada yaxşı oynadı. Növbəti epizodda isə Tural. Yamin Ağakərimzadə səyahətə çıxdı rəqibimin meydançanın rəqib aid olan hissəsinə. Gördük orada maraqlı heç nə yoxdur. Geri qayıtdır. Suması Olcunaqda. Özü gəlib. Nicat Muxtarov. 3 metrə futbolçular ötürmə tələb edirlər. İndi yenə Suma. Muxtarovun hərəkəti istiqamətinə. Növbəti ötürmə səhvi Vüqar Bəybəlayev. Müsləm tempin aşağı düşməyindən istifadə edib əvəz etmələrlə oyunu gücləndirə biləcək
futbolçuların adlarını Məsələn, deyə bilərik. Məsələn, Rəvan, qapıda Rəşad Əzizli, ehtiyat qapıçı, bir nömrəli futbolçudur. Ruslan Tağzadə, indi bu hücum bitsin, davam eləyək. Ramazan Abbasov, keçir Qvazavı, qapıya doğru zərbəsi, qəvvətli zərbə idi, amma top Ayağından biraz açdı burada. Bu səbəbdən çərçivəyə düşmədi. Oradan çətindir. Çətindir, bəli. Uzaq küncə düşmək. Top da qaçdı. Qaçdı, bəli. Hərəkətinin dəyişdi istiqamətini və Ruslan Tağzadə 2 nömrə 8 Məmməd Quliyev, 77 Cavad Kazımov, 7 Elvin Həsənəliyev, 39 Əlibəy Məmmədli və 10 Əli Baba Rahmatullayev. Ehtiyatda yalnız bir legioner var. Əli Baba Rahmatullayev Özbəkistandan olan transferi Rəvanın. Azaldan isə Mirzəzadə Polad, Müşfiq Teymurov, Aydın Qasımov, İsmail İbrahimli, Ruslan Nəsirli, Rüvvət Musayev və Tərlan Xəlilov. Yəni daha çox gənc futbolçulardır, yerli futbolçulardır. Və yalnız Tərlan Xəlilov təcrübəli kimi qalıb olan. Və Müşfiq Teymurov Premyer Liqada Qəbələnin heyətində çıxışları ilə yaddaşlarda qalıb. Əgər qalıbsa. Kiminsə yaddaşında qalıbsa, bu mövsüm bir maç keçilib səfərlərimizə Müşfiq. Damaşqa isə sanki klubun inzibatçısı ilə şəxsi qərəzliyi varmış kimi topun stadiondan çıxardı. Və bütün əsəbini həmin topdan çıxarır. İndi Azalın inzibatçının üstündə xeyli iş düşür. Həmin topu tapıb gətirmək üçün. İndi Damaşqa oyuna daxil edəcək digər topu. Digər topla. Bir topla oynamırlar əlbəttə. Top oyundadır, sadəcə Caninin əlinə götürdü və meydançaya qaytarmalıdır. Tərlan Əhmədov futbolçularını irəli doğru səsləyir. Bu roli topa çatmır. Yuqarı topladı, Tagim topu alır. Və itirir. Yenə alır, yenə itirir, amma qaydana qarşı pozurlar. Bu dəqiqələrdə kobudluq artıb həm mərkəzdə, həm də Sumanı sakitləşdirmək lazımdır. Qapılarında sərt oynayır. Üzr istəməyinə rəğmən sarı vərəqəsində aldı Şerif Suma. Maçın 3-cü sarı vərəqəsidir bu, Rəvanın isə 2-ci. Suma da ekranlarınızda, bəli. 11 nömrəli futbolçu sarı vərəqə ilə cəzalandırılıb. Təkrarını izləyirik. Çox kobud oynamışdı rəqib futbolçu Tagim. Burada ciddi zədə ala bilərdi, amma hər şey onun üçün yaxşı bitdi. Nugzar topladı. Qəbul edə bilmir. Qvanzav topu uğurladı Ramazan Abbasovdan, outda qazandı. Bir qədər Şerifon qarşısını aldı, bəli. Gəlmə meydançasında Məmməd Bədəli qəbul edib topu çevrilməyə çətin məsələ idi. Lalayev mane oldu ona. Nicat Muxtarov yaxşı dönür. Ramazan Abbasov ötürməsi. Ramazan Abbasov sağ ayağından Hücumcunağını dəyişməyə çalışır. Bir şeyini xatırladım, biri vardı, biri yox. Nicat yaxşı döndü, amma əmin epizodda əlbəttə daha sürətli, daha kəsərli ötürmə vermək olardı. Nicatda bəlkə də bu ötürmə kimi. Yaxşıdır. Qoşulun Novruz Məmmədov növbət dəfə yerdə qalır. Rauf Cabbarov düşündü. Köməkçisinə qulaq astı mı görür qalitur vasitəsilə əgər varsa və gücdən zərbə işarəsi verir. Köməkçisi birbaşa gücdən zərbəni işarə etdi. Novruz yerdə qalıb. Rahil Məlikov həkimlərə işarə eləyir. Epizodun təkrarına. Burada görmək çətindir. Bax, burada topa toxunma var idi. Murad Səttarlıdan diqqət yetirək. Son anda sanki topa toxundu. Hakim burada gücdən zərbə qərarını verdi. Yaxına da vurmadı heç. Sadəcə həkimlərə ehtiyac qalmadı. Novruz Məmmədov ayağı qalxır. Həkimlər o məsafəni əbəs yerə gətirədilər. İndi geri qayıtmaq lazımdır. Güncə zərbəsi Ramazan Abbasov topun arxasında. Orxan Lalayev, Şerif Suma, Barlay, Tural, Mürbətov orada. Öndürəyə doğru Rahil Məlikov qarşılamağa çalışır. Səhvə yol verir. Dövbət hücum cəhdi. Qapıdan kim çıxardı? Qarşılıqda mən görə bilmədim. Hücum davam edir. Turalın ötürməsi. Çox gərgin alırlar Ramazanın qapısında. Top Məhəmməddə qalır. Məhəmmədin ötürməsi Nicat. Topu az qala itirmişdi. Hücum hardan hara gəldi? Novruz topu burada komandasına qazandırmağı bacardı. Yoxsa Azal təhlükəli əks hücuma çıxacaqdı. Yamin yaxşı döndü Tagimin yanından. Ötürməsi Lalayev hücumda ilişib qalıb. Ötürməsi Tural.
topa çatmır. Bir Çox. qədər boyu çatmadı. Crouch lazımdır orada. Rəvana. Oyun dürlükdə topa müdaxilə eləyə bilmək üçün. Barlay. Barlay. Yamin topladı. Məhəmməd top istəyir ondan. Oysa Turalla oynayır. Aynı fonksi yoxdur, davam eləyəcək epizod. İlqar. Quruli sol Quruli. cıraqdan Murad Səttarlı açıldı. Quruli onu gördü, amma biraz narahat və bir qədər onu qaçmağa vadar eləyən ötürmə. Mübarizəyə qoşulmağa vadar etdi bu. Yenə Quruli. Quruli zərbəsi. Olsun, bir də məsafədən yalnız gərək qapıcı səhv yol versin ki, qol olsun. Nəzərə Olsun, alsaq. ikinci dəfə səhv eləmədi. Bəli. Yamin topladı. Öz eləməyə çalışır. Ona qarşı kobudluq hakim. Cərimə zərbəsi təyin edir. İlk oyuncu dəyişikliyi olacaq bir neçə dəqiqə sonra. Haqqında danışdığımız Teymurov, Müşfiq Teymurov Azalın heyətində oyuna qoşulacaq. Kimi əvəzləyəcək Rüstəm? Cinah oyuncusudur. Həm müdafiədə, həm yarım müdafiədə, özü də hər iki cinahda oynaya bilir. Mən proqnoz verməkdən çəkindim. Cəfər Quliyev və Qvanzav bu məqamda ön plana Orta çıxır. xəttdən də kimsə dəyişə bilər. Yəni, ya Murad olsun, ya Nuquzar Kvirti olsun. Baxaq. Suma geriyə oynayır Bəybalayev. Bəybalayev geriyə oynayır qapıçı ilə. Lalayev. Topla bir qədər irəliləyir. Yaminlə oynayır. Yaminin uzun ötürməsi Qvanzava. Top gəlir. Ötürmə sözü Nuquzar. biraz bəkdən gəldi bu anda. Əmin Ağa Kərimzadə Bu dəfə cərimə meydançasına yaxşı göndərir. ötürmə idi. Maşko vaxtında çıxır. Topu götürür. Rail Məlikovla burada Tural arasında qısa diyaloq. Səbəbi odur ki, Rail növbəti və Turalın yerdə qalmasına etiraz edir ki, Hər epizodda yerdə qalmaq olmaz. Çiyninə orada elə bir cinayət tərkibli heç nə yox idi. Səhvə yol verir burada İlqar Bəybalayev. Azal topu qopardı Məhəmməd Bədəlbəyli. Ötürmə vermək lazımdır Məhəmmədə, amma ya. Geriyə dönməməli idi. Artıq Yox. hücuma Kvirtiyə qoşulmuşdu mərkəzdən, amma ona doğru ötürmə olmadı. Top itirildi. Rəvan hücuma çıxmağa çalışır. Ramazan Abbasov topladı. Suma, Ramazan, Yamin. Bu dəqiqələrdə Yamin çox fəaldır. Nicat Muxtarov, Barlay. Soldan sağ cəha keçdi Rəvan hücumu. Amma irəli doğru ötürmə vermək mümkün olmur. Hələ ki Ramazan Abbasov artıq əks cinahdadır. Ötürməsi. 60 metr məsafə qət eləmişdir Rail. Burada buraxmasa. Rail çox etibarlı oynayır bu maçda. Hələ İlk ki. hissədə də və bu dəqiqələrə qədər ümumiyyətlə müdafiənin əsas dirəyidir, belə demək mümkünsə. Yenidən ötürmə, yenidən Rail Məlikov həmin epizodun mərkəzində idi. Suma. Barlay. Geriyə yenə Sumaya. Cəyişdi cinah. Novruza doğru ötürmə. Məmmədov orada qəbul edəcək. İkinci cəhdə topu qarşısında. Əmin Ağa Kərimzadə Tagimovun yanına tələsir. Amin ötürməsi. Suma. Top yenidən Sumaya qayıdır. Cinahı dəyişmək olardı. Tural yaxşı döndü. Ötürmə vermək lazım idi burada. Rail Məlikov yenidən yaxşı oynayır burada. Nuquzar topu uzaqlaşdırır. Yan xəttdən çıxır top. Emin Quliyevin düz qucağı. Hakim dəyişikliyə icazə verə bilər. Elə də olur. Və 21 nömrəli futbolçu Murad Səttarlı əvəzlənir. Onu Müşfiq Teymurov əvəzləyəcək. 28 nömrəli futbolçu. Yəni gözləyirdik cinahdan kiminsə meydandan alacağına Tərlan Əhmədovun. Bu Murad Səttarlı oldu. Müşfiqin yarım müdafiədə də müdafiədə oyunlarını görmüşük. Yəni Kvirtiya 21 nömrəli əks oyunçu. cinaha yollanır. Murad Səttarlının mövqeyində çıxış edəcək Kvirtiya hazırda. Teymurov isə belə Teymurov isə Kvirtiyanın yerində oynayacaq. Onun mövqeyində çıxış Orada edəcək. yəqin cinahlar dəyişiləcək. Birinci hissədə də Elmət oyunun bu 67 dəqiqəsi ərzində Murad həm Nuquzar tez-tez yerlərini dəyişirdilər. Vanzaq burada yerdə qalmışdı, amma hakim heç cərimə zərbəsi təyin etmədi. Kobudluq yox idi, işarəsini verdi. Bax, bu epizod Murad Nicat Muxtarovdan futbolçunun istedadını göstərir. Əlbəttə onun qeyri-standart hərəkət etmək, amma bəzən bu çox olur Nicatdan.
Və bu xeyir əvəzinə zərər verir. Komandasına məsələn o ötürməsi Tural nə qədər çalışsa da oradan bir effektiv bir Yaminin şey çıxara zərbəsi. Bu sanki bunu görmədik. Sadəcə Azal qapıdan zərbəni yerinə yetirəcəyinə Maşko ilə hazırlıqsız zərbə. Maçın 68-ci dəqiqəsi gedir Rüstəm. Oyunda yeganə qolun müəllifi Kvirtiyadır. Nuqzar Kvirtiya ilk hissədə 7-ci dəqiqədə gözəl zərbə ilə hesabı açdı və bu hesab hələ də dəyişməz olaraq qalır. Çox yaxındır Azal. Daha doğrusu getdikcə yaxınlaşır ilk qələbəsinə bu mövsüm. Yalnız ilk qələbəsi deyil, həm də sonuncu pillədən qurtulmaq üçün. Əgər qələbə olarsa, çünki sonuncu pillələrin namizədlər qarşılaşır. İndi Rəvan, Solcatan Nicat Muxtarovla. Nicat yenə driblingmi? Yox, ötürmə bu dəfə. Yaxşı ötürmə oldu, amma Məhəmməd topa çata bilmədi. Ötürmə yaxşı düşünmüşdü ən azından. Ünvana gedən ötürmədi. Bu dəfə ünvana getmədi. Məhəmməd Aliyevə çatmadı. İkinci bir dəyişikliyi şahidi olacaq. Tərlan Xəylov az öncə Rüstəmdə qeyd etdiyi kimi nisbətən təcrübəli olan və oyunda Azalda keyfiyyət dəyişikliyi edə biləcək bir futbolçudur. Tərlan Xəylov. O, yəni təqimdən fərqli olaraq irəli oynamağı yaxşı bacaran futbolçudur Tərlan Xəylov. Amma nəzərə alsaq ki, Rəvan yəqin ki, maçın sonlarına doğru təzyiqi artıracaq. Mərkəzdə dağıdıcı futbolçu funksiyasını kim yerinə yetirəcək? Bu maraqlı olaraq qalır. Quruli keçsin arxaya. Aleksandr Quruli arxaya keçməsi mümkündür və yaxud elə Tərlan yox, Tərlan və İlqar Ələkbərovla birgə ortada oynaması gözlənir. Tərlan yollandı təqimin mövqeyinə. İlk pas olan futbolçudur Tərlan. Düzdür da formasının zirvəsindən uzaqdadır. İndi Bədəlbəylinin ötürməsi, Teymurovun ilk toxunuşu. Yaxşı ötürmə alına bilər. Nuqzar topa çatır. Topa çatır. Rəvan futbolçuları oyundan kənar vəziyyət olduğunu iddia eləyirdi. Amma hakim davam işarəsini verdi. İlqar topladı. Rail Məlikov, Vanzav. Ötürməsi Teymurov. Teymurovun qarşısında Ramazan Abbasov var. Sumada gəldi. Teymurovun ötürməsi qeyri-dəqiqdir. Hər dəfə bu nöqtədən cinah oyuncularının ötürmə verməsi məni xeyli təəccübləndir. Yəni, cinah oyuncusunun görə biləcəyi bir neçə işdən biri budur. Əsas funksiyalarından biridir. Əməyə Kərimzadə, Novruz Məmmədova. Barlay. Suma. Topu qəbul edir, ötürməsi. Ramazan Abbasov. Ramazan Abbasov mərkəzə doğru çəkir topu. Ötürməsi yenidən cinahı dəyişir. Novruz Məmmədov topladı. Cinahdan cinaha hərəkət edir, amma kəsərliyi yoxdur. Azal 9 futbolçu ilə müdafiə olunur. İrəlidə yalnız Bədəlbəyli qalıb. Qapçını futbolçu sayırıq mı ki, Hərit? 10 nəfərlər. Yəni Quruli də burada bir qədər öndəydi. Suma. Ötürməsi Lalayev. Rəvan hücuma çıxmaqda çətinlik çəkir. Lalayev yenidən top ona doğru gəlir. Ötürməsi Nicat Muxtarov. Muxtarovun ötürməsi dəqiq olmadı. Artıq neçənci dəfədir ki, Nicat yaxşı açılır, topu qəbul edir, amma ötürmələrdə ciddi səhvlərə yol verir. Bəli, Baba Rəhmətullayev meydançaya daxil olacaq. İndi siz görmüşsünüz, bizim düz qarşımızdadır. Yanlış ötürmə outdan. Outun yanlış yerinə yetirilməsi. Suma. İndi Quruli oynayır topla. Müşfiq Teymurov yanında. Tərlan Xəylov sol ayağı onun güclüdür. Ötürməsi səhvli. Tərlan Xəylovda da təcrübəsinə xas olmayan şəkildə. Əgər biz səhvləri saysaq, hər futbolçulardan gərək ayrıca çəkək. Sadəcə epizod cərimə zərbəsi ilə yekunlaşdı. Əvəz etmə olacaq. Əli Baba Rəhmətullayev 22 nömrəli futbolçu Məhəmməd Aliyev əvəzləyir. Neftçi ilə maçda meydançaya çıxmış Əli Baba və əslində cinahda bir qədər canlanma yaratmışdı həmin görüşdə. Sonradan məcburiyyətdən hətta müdafiənin sağına da onu çəkdilər. İndi görə Əli Baba necə oynayacaq? Özbəkistandan futbolçu. Gənc olmasına baxmayaraq iddialı nömrəsi var Rüstəm. 10 nömrəli oyuncu. Bəli. Ramazan Abbasov geriyə oynayır. Bəybalayev. Hər iki komandada 10 nömrəli futbolçu cinahda oynayır. Maraqlı. Məhz adını çəkdiyimiz futbolçu topla eləməyə çalışdı. Emin Cəfərquliyev. Novbahor komandasında gəlib Rəvana.
Novruz Məmmədov topladı. Nicat Muxtarov. Kobona qarşı kobudluq. Hakim cərimə zərbəsi təyin edir. Təhlükəli ola bilər Rüstəm ötürmə. Yəni, bəli, a priori ola bilər. Bəli, a priori ola bilər. Ramazan Abbasov topa yaxınlaşır. Epizodun təkrarını izləyirik. Cəfər Quliyev, bəli. Kobud oynanmışdı. Neçə nəfər? 4 nəfər. Nicat Muxtarov da burada yaxınlıqdadır. Rəhmətullayev qaydan topu gözləyir. Cərimə meydançasına ötürmə. Lalayevdən əvvəl Tural Ümbətov idi səhv eləmirəmsə. Evdə qalır Tural. Bir qədər vaxt tutacaq. Əgər ciddi bir şey yoxdursa belə, lazımdır bu dəqiqələrdə onun yerdə qalması azala. Yəqin ki, orada futbolçunun dirsəyi, Lalayevin dirsəyi Turalın başına dəydi. Bu epizodda Tural yerdə qalsa da ayağa qalxır. Ciddi bir şey yoxdur burada. Suma Nicat Muxtarov oynayır. Ramazan Abbasov. Ramazan Abbasov hələ özündə topu saxlayır. Sumaya ötürməsi, Sumanın ötürməsi. Cəfər Quliyev burada yaxşı oynadı. Qeyd edelim ki, Top Asma Meqasının 7-ci turunda oynadı bu açılış maçı. Bədəlbəyli topladı. Milli çempionat müəyyən qısa müddətli fasiləyə yollanır. Yığma komandanın oyunları ilə qədər olaraq. Oktyabr 10-da milli komandamız Bakıda Olimpiya stadionunda İtaliyanı qəbul edəcək və o stadionda ilk qarşılaşmamız olacaq. Ay 14-də isə Bolqarıstana səfər var. Bununla da 2016-cı il Avropa çempionatı seçim mərhələsi bitəcək. Növbəti turun oyunları isə artıq həmin oyunlardan sonra avqust ayında, oktyabr ayında əlbəttə ki keçiriləcək 8-ci turda. Azal Lənkərana səfər çıxacaq. İndi 73 Teymurov cinahdan ötürmə bir cərimə meydançasına təhlükəni Novruz Məmmədov uzaqlaşdırdı. Rəvan hücuma çıxmağa çalışır. Ramazan Abbasov topladı irəli doğru. Təhlükəli ötürmə ola bilər. Tural Ümbətov əslində mərkəzlə açılmışdı, amma məcbur elədi ki, Ramazan. Ramazanın ötürməsi edən Cəfər Quliyev artıq ikinci epizoddur ki, mərkəzə doğru çəkilir və topu uzaqlaşdırmağı bacarır. İlqar ötürməsi təhlükəli ola bilər. Lalayev burada Bədəlbəyli ilə mübarizədən qalib ayrılır. Bəybalayev topladı. Anladım. Növbəti oyunları Oktyabrın 8-ci turun oyunları Oktyabrın 16-sı, 17-si və 18-də keçiriləcək. Rəvan Kəpəzi qəbul edəcək. Azal isə Xəzər Lənkəranın qonağı olacaq. Şübhəsiz ki, həmin turun da maçları CBC Sport telekanalı vasitəsilə canlı yayınlanacaq. Artıq bu mövsüm siz Azərbaycan futbolunu məhz CBC Sportda izləyəcəksiniz. Tural yenidən burada oyundan kənar vəziyyətə düşür. Artıq 3-cü dəfədir səhv eləmirəmsə, məhz Tural oyundan kənar vəziyyətə düşür. Vanzaf. Sinxron adını çəkdi onun. İlqar Ələkbərov uzun oynamaq cəhdini uzar. Qoldan başqa bir dəfə də cinah ötürməsini qapamaqdan başqa bir deyərək ki, bu oyunda ciddi heç nəyə yadda qalmayıb. Amma mənim vacib olanını eləyib. Fərqlənib komandasının yeganə qolunu müəllif edərək ki, 7-ci dəqiqədə kəsdilər ötürmənin qarşısını. İlqar Ələkbərov sol ayaqlarını uzaq Kvilsiyanı qoşmağa çalışır. İlqar Bəybalayev oxudu. Yenə Nicatdan geriyə çevrilmədi. İlqar Bəybalayev ümumiyyətlə etibarlı oyunuyla mənim yadımda qalıb bir çox oyunlarda. Yaşının az olmasına baxmayaraq çox sakit və təmkinli oynayır mərkəz müdafiəçisi üçün. Bu əsas xüsusiyyətlərdən biridir. Səhv 1993-cü il təvəllüdüdür. İlqar Bəybalayev dəqiqləşdirərəm, amma yəni 93-cü il bəli, avqustun 5-də doğulub Bakıdan gəlib. Və Nicat Muxtarov əvəzlənir. Onu 77 nömrəli futbolçu Cavad Kazımov meydançada əvəz edəcək. 1994-cü il təvəllüdü daha bir futbolçu. Nicat Muxtarov bu oyunda nə ilə yadda qaldı? Bir təhlükəli baş zərbəsi, bir neçə maraqlı və bir təhlükəli keçidi var idi Rüstəm xatırlayırsansa. Sadəcə zərbəsi o qədər təhlükəli olmamışdı. Ramazan Abbasov Cavadla oynayır. Cavad Kazımov cinahla irəliyir, mərkəzə doğru çəkilir. Vanzaf ondan topu almağı bacarır. Ramazan Abbasovdan da topu söküb aldı, belə demək mümkünsə. Yamin burada açıq ayaqla sürüşmə fəndini yerinə yetirdi. Bu təhlükəli oyundur və sarı vərəqət. Üçüncü sarı vərəqə Rəvan heyətində Novruz Məmmədov və Şərif Sumadan sonra Yamin Ağa Kərimzadəyə göstərilir. Açıq ayaqla topa müdaxilə olsa da təhlükəli oyundur. Emin Quliyev bu epizoda etirazını bildirir. Dördüncü hakim
Emin Quliyev epizodda sakit olmağı çağırdı. Onun da funksiyası elə odur. Bəli. Məhəmməd Bədəli cərimə tək qaldı, zərbə indirməyə imkan vermədilər. Adını bir qədər öncə çəkdiyimiz Bəybalayev topu Sığortaladı burada komanda. yaxşı saxladı. Yaminin ötürməsi. Rəhmətullayev ötürməsi. Yamin. Ramazan Abbasov. Fikir verirsənsə, Nicat Muxtarov meydandan çıxdıqdan sonra Ramazan Abbasov məhz onun mövqeyinə çəkilib. Ramazan Abbasov mövqeyində isə Cavad Kazımov çıxış edir. Hücumun və yaxud da yarım müdafiənin sol cinahında. Ramazan Abbasov. Oğuz Oğuz Məmmədov qoşuldu hücuma. Zərbə vura bilərmi bu nöqtədən? Bloklaşdırdılar. Rail Məlikov burada yaxşı mövqe tutmuşdu. Və sarı vərəqə Qərar Əkbərova göstərdi. Səbəbimiz hakimlə mübahisəyə görə. Həmçinin göndərir topu. Ramazan Abbasov yenə Tural Qürbətova top gəlib çatmadı. Rail Məlikov burada yenə də etibarlı oynuyor. Dəqiqələr gedir. Azal Mösünlük qələbəsinə yaxınlaşır. Suma. Cavad Kazımov sağ ayağına alır topu. Türməsi, Barlay. Ramazan Abbasov zərbə indirə bilər. Çox təhlükəli olur. Damaşqı yenə risk eləmədi. Yenə risk eləmir. Yumruqlarıyla topu uzaqlaşdırır. Müstəm elə onu qeyd eləmək istirdim ki, əgər cərimə meydançasına daxil olmaq mümkün deyilsə, uzaq zərbələrdən niyə istifadə eləməyəsən? Görünür, baş məşqçi də məhz Emin Quliyev bu tapşırığı verir futbolçular. Çünki Ramazan Abbasovun yaxşı zərbələri var. Mərkəzə çəkildikdən sonra ilk zərbəsidir bu qapıya. Hər zərbə də təhlükə deyil, hər zərbə də qol deyil. İndi cərimə zərbəsini Ramazan Abbasov vuracaq. Ön dirəyə doğru Rail Məlikov qarşılayır. Rail Tural duelini yenidən Rail qazanır. Bədəlbəyli topla irəliləyir. Ötürmə verə bilər sağ cinaha. Sağdan oyuncu açıldı. Müşfiq Teymurov cəriməcəsinə təkdir. Fərqlənmək olar Müşfiq Teymurova, amma Maxnovski da çıxdı və top ayağının ayağından çıxarmağa bacardı. Burada bir qədər Teymurov təcrübəsizliyi özünü göstərir. Xüsusən hücumda təcrübəsizliyi. Ruli topu alır, komandasına qazandırır. Ələkbərov. Cəfər Quliyev. Azalın heyətində 3-cü dəyişikliyi idi. Sonuncu dəyişikliyi idi. Bir neçə dəqiqədən sonra olacaq. 9 nömrəli futbolçu Aydın Qasımov səfər önemlisi oyuna daxil olacaq. Hələlik isə rəvan hücumdadır. Cavad Kazımov topu yaxşı saxlayır. Vanzav ona mane oldu dönməyə. Out. Tərlan Xəllov burada yaxşı oynayır. İlqar Ələkbərov hərəkət istiqamətində sağdan Quruli var. Məhəmməd Bədəlbəyliyə buraxdı. Özü də irəlilədi İlqar. Xəlilov sol ayaqlarını uzaq Kvirtiyaya. Yenə Tərlan Xəlilov. Pauza götürdü Tərlan. Geriyə oynamadı amma Quzara verir. Topla çox davranır, nəticədə itirir. Mən bir daha xatırladım ki, bütün maçlardan sonra olduğu kimi yenə oyundan sonra flash müsahibələrlə qarşınızda olacaq. Artıq oyunun 82-ci dəqiqəsi gedir və bugün müsahibə götürmək missiyası həmkarım Fərid Ordiyevin üzərinə düşür. Mən yavaş-yavaş Fəridi uğurlayıram həmin mövqeyə və qalan 10 dəqiqə ərzində sizlə mən tək olacam. İstəm sənə uğurlar olsun 10 dəqiqədə. Təşəkkürlər, sənə də uğurlar. Təşəkkürlər. Rəvan indi Ramazan Abbasovla. Sol canatdan Suma. Cavad Kazımov. Qayda pozisiya yoxdur, yerdə qaldı Cavad, amma Nazal tez çıxa biləcək mi? Quvanzavın ötürməsi. Out. Rəvan yeni itirəcək. Oyuncu dəyişikliyi Azalın heyətində Məhəmməd Bədəlbəyli çox çalışqan, mübarizə aparan, qaçan, amma keyfiyyət mənasında tam standartlara cavab vermədi bu oyunu Məhəmməd Bədəlbəyli və o Aydın Qasımovla vəzlədir. Oyunun 83-cü dəqiqəsində az sayılı azarkeşlərdən alqış payını aldı. Alqışlarla qaytardı onlara və Aydın Qasımov meydançadadır. Cavad Kazımov, Lalayev geriyə, Bəybəlayevə.
Top arxı xəttəyəlik saxlayır Rəvanlı futbolçular. Ramazan Abbasov qoşuldu Novruz Məmmədov hücuma. Bir toxuş ötürmə verəcəyimi? Yox, topu saxlayır. Yuxarı keçir, sol ayaqla qapı uzaq üçüncü sanki nişan almışdı Novruz, amma top qapıdan aralı keçir. Başqa tələsmədən qapıdan zərbəni yerinə yetirəcək, amma Rauf Cabbarov onu tələsdirir. Başqa öz təmkinli pozmur, göndərir topu meydana. Virtiya. Emin Cəfər Quliyev bugün cəmi bir dəfə onun hücuma qoşulduğunu gördük, risksiz oynadı. Çox getmədi önə, öz mövqeyini, cinahını boş buraxmadı Emin Cəfər Quliyev. Hələ ki bu indi Əhmədovun ola bilər qərar olsun. Onun bütün qərarları elə ki özünü doğruldur. 84-cü dəqiqəyə Azal hesabda öndə daxil olub. 1-0 7-ci dəqiqədən Quzar Kvirtiya. Meydan sahiblərinin hələ ki yeganə qolunun müəllifidir. Cavad Kazımov sağda. Vanzavı keçir, Cavad Kazımov boş mövqe var qarşısında. Məlikov onu qarşıladı. İşarə edir ki top rəqibin əlinə dəyib, amma oyun davam edəcək. Vanzavdadır top. Bir göz qırpımında Azal onu itirdi. Cavad bu dəfə artıq meydanın mərkəzində. Suma. Mərkəzə doğru Ramazan Abbasov. Abbasov. Novruz Məmmədov. Yenə Abbasov. Rəhmətullayev. Texnikasını göstərir. Şöyle yaxşı ötürmə. Ramazan Abbasov onu topu qəbul eləmək. Daha doğrusu onu ötürmə vermək istəyi dəqiq deyildi. Tural Qürbətov oxuya bilmədi komanda yoldaşının bu düşüncəsini. Dəqiqələr rəvan üçün əriyir. Sürətlə gedir. Azal üçünsə artıq olduğu yerdə qalıb. Keçmir bu dəqiqələrdə. İlk qələbəsi qazanmaq istəyində Azal. Rəvan da bu məğlubiyyətdən qaçmaq. Cavad Kazımov. Qələşbərov qarşıladı. Ötürmə hər halda tapa bildi bu variantı. Novruz Məmmədov fəallıq göstərir bu dəqiqələrdə. Növbət dəfə hücuma qoşulur. İki cəhdə Tural, amma Novruz orada qaydan pozdu. Təhlükəli oyunu idi. Orada xəsarət də yetirə bilərdi Nuqzar Kvirtiyaya. Nuqzarın ağrıları, səsi bura qədər gəldi çıxdı. Ümid eləyək ki, ciddi heç nə yoxdur. Qolun müəllifi. Və öncü dəyişikliyə Rəvanda bu arada Yamin Ağa Kərimzadə yerini 7 nömrə futbolçu Elvin Həsənəliyevə verir. Elvin Həsənəliyev bundan əvvəl də Rəvanda forma geyirdi. Cinah oyuncusu kimi daha çox yaddaşımda qalıb. İndi yönür hücumu gücləndirmək üçün Emin Quliyev. Gətirə Emin epizodun təkrarına bəli, aşkar qayda pozuntusu. Deyə bilərik ki, əlbəttə Novruz Məmmədov top oynamaq istəyirdi. İstənilən futbolçunun əgər hər hansısa bir psixoloji problemləri yoxdursa, əlbəttə istəyi top oynamaq da başqa məsələ ki, artıq epizoda gecikirsən və rəqibə xəsarət yerinə yetirə bilərsən. Rauf Cabbarov hələ ki bu məsələyə, bu qayda pozuntusuna reaksiya verməyib. Yəni fit verdi, oyunu dayandırdı, amma vərəqə göstərməyib. Maçda ən yadda qalan anlar, futbolçuların emosiyaları. %87-ci dəqiqəyə Azalın üstünlüyü var. Noqzar Kvirtiya 7-ci dəqiqədə fərqlənib. Deyim ki, 6-cı turdan sonra Azal sonuncu pillədəydi bir xalla. Rəvan ondan bir xal artıq toplayıb. 2 xalla 9-cu yerdə qərarlaşmışdı. Qələbə qazanarsa Azal öz yerini Rəvana təhvil verəcək. Evindələri sağdan Rahmatullayev qoşuldu hücuma. Bir nəfəri keçir. Tural Ümbətov burada Emin Cəfər Quliyevi ortaladı. Amma Rəvanın hücumunun ikinci dalğası. Nuqzar Kvirtiya orada meydançaya daxil olmadığı istədiyini bildirir. Səhv Vanzab Məmmədovdan hücum davam edəcək. Həsənəliyev cərimə meydançada qaytarır topu. Bu dəfə Rahil Məlikov küncə çıxardı. Təzyiqi artırdı Rəvan bu dəqiqələrdə. Çox maraqlı görüntü. Rahil Məlikov, Şerif Suma. Hər nə olur olsun futbolçuların yoldaşlığı, dostluğu əbədi qalır. Meydançada çox şeylər baş verə bilər. Meydançaya çıxan tərəfdən biri qalib gəlməlidir. Biri məğlub olmalı və yaxud etçi olmalıdır, amma yoldaşlıq və dostluq bunlar əbədidir. Gün zərbəsi Ramazan Abbasov Namaşqa çıxdı.
Özü də yerdə qaldı. Qurulidən səhv. Oyun davam edəcək. Quruli onun dayandırıldığını düşündü. Bir anlıq səhv. Şerif Sumaya doğru ötürmə. Oyundan kənarı vəziyyət işarə verir hakimin köməkçisi. Təkrarına mütləq baxmaq lazımdır. Mənə gəldi ki, ötürmə paralel verilmişdi. Yox, oyundan kənar vəziyyətdəydi. Burada növbəti aşkar doğru qərar. Qapıcı da burada Şerif Suma ilə mübarizədə Şerif zədələndi, amma sonra ayağa qalxmaq mümkün oldu. Sierra Leone futbolçu meydançada da hazırda. Bir daha hatırladım, sabah CBC Sport ekranlarında Zirevçi maçı saat 7'den itibaren canlı yayımda olacaq. Zira Olimpiya Kompleksi stadionda. Bu arada Emin Cəfər Quliyevə oyunun vaxtını apardığına görə, onun bərpa olmasını gecikdirdiyinə görə sarı vərəqə göstərilir. Azal out attı. Səhv oyunu Həsən Əliyevdən Müşfiq Teymurov topu qarşına atıb hücuma davam eləməyə çalışsa da bu istəyə baş tutmur. Hücum davam edəcək Teymurov. Qurulidən Dabalı ilə Teymurov istiqamətində cərimə meydançasında Aydın Qasımov var. Müşfiq topu ora göndərə bilmədi, amma 2 zərbəsi qazandı. Həftənin bazar günü oktyabrın 4-də isə saat 9-dan, axşam 9-dan etibarən Qəbələ Xəzər Lənkəran maçı CBC Sport ekranlarında olacaq. Ona qədər saat 7-də Inter Qarabağ, saat 4-də isə Kəpəz Sumqayıt maçları da Milli Çempionatının 7-ci turunun təqvimində var. Gün zərbəsinə çox az qüvvə ilə yollanır Azal. Bir nəfər cərimə, 2 nəfər cərimə meydançasında İlqar Əkbərov da orada gəlir. Statistika xətrinə qısa başladı İlqar Əkbərov. Yanında Nuquzar var. Nuquzarın bu məsafədən zərbələrlə şahidlik eləmiş. Emin Cəfər Quliyevə göndərir. Cəfər Quliyev nə eləyəcək? Bu vaxtda aparacaq. İkinci sən vaxtına 4 dəqiqə əlavə olunur. Azal Revan maçına daha 4 dəqiqə şahidlik eləyəcək. Orada isə heç cür topu Emin Cəfər Quliyevdən ala bilmirlər. Nəticədə epizod da Azalın xeyrinə başı çatdı outla. Güirtiyə. Göndərdi topu Emin Cəfər Quliyevə. Bu dəfə də qayda pozuntusu yoxdur. Rauf Cabbarov qalxdır. Təman Əhmədov narazıdır bu qərardan. Razı olsaydı bu daha təəccüblü qalardı. Növbəti out. Son dəqiqələr. Ramazan Abbasov out atır. Cavad Kazımov var orada. Raillə mübarizədə Tural Ümbətov köməyə gəldi. Vəziyyətdən çıxdı Azallı futbolçular, amma Rəvanın hücumu davam edəcək. Elifən Həsən Əliyev sağ ayaqla cərimə meydançasına ötürmə Qovanzav qarşılayır. Əybalayev. Xoşdurum Azalın qapısı qarşısında növbəti oyundan kənar vəziyyət. Xət hakiminin bayrağı havadadır. Necə yavaş-yavaş Azal Rəvan qarşılaşması 7-ci turun açılış oyunu yekunlaşır. Birdən-birə 2 futbolçu burada oynarkən vəziyyətdir. Biri pasiv, digəri faul. Və bu da Namaşkonun növbətçi sarı vərəqəsi. İstənilən maçda meydan sahibi hesabda öndə olan komandanın qapçısının aldığı sarı vərəqələrdən biri Stanislav Namaşkoya. Son 2 dəqiqə bu maçda məzmunu ilə bizi çox qədər də sevindirmədi bu qarşılaşma, amma mübarizə var idi. Və indiki halda əlbəttə həm Azala, həm Rəvana necə futbol oynamaq deyil bu məqamda, bu maçda son söhbət məhz bu oyundan gedir. Necə futbol oynamaq deyil, necə xal qazanmaq vacibdir. Və Azal buna çox yaxındır. İlk 3 xalına mövsümdə ilk qələbəsinə. Növbəti qayda pozuntusu bu dəfə Qurulidən. Rəvan dəqiqə yarımı var ki, hesabı bərabərləşdirsin. Amma ötürmə düzgün olmalıydı bunun üçün. İlqar Əkbərov da səhv edir. Əybalayev.
pressing orada tətbiq elədi İlqar Ələkbərov. İmkan vermir ki, Rəvan rahat çıxsın müdafiədən. Quruli də gəldi Barlayın yanına. Uzun yəqin ki, oynayacaq Siyarana futbolçu yox. Yenidən qısa. Lalayev. İşte biraz boş mövqe var. Ali Baba Rəhmətullayev sol cinahda peyda olub. Verirlər Suma istiqamətinə. Suma cərimə meydançasına kimə? Valla hücum ikinci topu Rəvanda qaldı. Rəvan Yazmov 50 oyun. Emin Cəfər Quliyevdən. Sarı vərəqəsi var Eminin. Görək nə qərar verəcək Rauf Cabbarov. Sarı vərəqə göstərmədi. Amma cərimə zərbəsi təyin elədi. Artıq əminliklə demək olar ki, bu Rəvanın Azalla görüşdə bir xalı xilas eləməsi üçün sonuncu şansıdır. Aşkar əllər qoyur. Rauf Cabbarov radikal qərar vermədi. Yəni sarı vərəqə ilə ikinci sarı vərəqə Emin Cəfər Quliyevdən qovmur. Maxnovski də gəlib rəqibin cərimə meydançasına. Artıq bütün xətlər Rəvan buradadır. Amanlayır ki, bu sonuncu şansdır cərimə meydançasına. Bütün futbolçular bir orada. Yalnız Ali Baba Rəhmətullayev ikinci topu gözləyir. Yerlə ötürmə Cavad Kazımov. Və beləcə Rəvanın bütün ümidləri Azal stadionun arxasındakı yerləşən futbolçuların istirahət qalma ərazilərində ATL-in damında məhv olub getdi. Və Rauf Cabbarov maçı bitirir. Azal Rəvan qarşılaşmasında Şüvalanlar real fasilədən sonra qayıtdıqları doğma stadionunda bu mövsüm ilk qələbələrini qazanırlar. Oyunun yeganə qolunun müəllifini 7-ci dəqiqədə Nuqzar Kvirtiya qonaqların qapısından keçirdi. Azal bu qələbə ilə xalını 4-ə yüksəldir və hələ ki Sumqayıtla xallarını bərabərləşdirir. Xatırladım, Sumqayıtı bazar günü Gəncədə Kəpəzlə maç gözləyir. Rəvan Bazal bu tura hamıdan erkən start verdilər. Rəvan isə 7-ci turu sonuncu, turnir cədvəlinin sonuncu pilləsində qarşılayır və sonuncu pilləsində də elə bitirəcək ən azı. Növbəti tura qədər o mövqe Rəvanda olacaq. Azallı futbolçuların simasında bir rahatlama görürəm. Çox istəyirlər bu qələbəni. Doğma arenada çox az sayılı 100 nəfər və maksimum azarkeşin qarşısında Məhəmməd Aliyevin çox mənalı baxışları artıq heç nəyə geri qaytarmaq mümkün deyil. Rəvan üstündə 5-ci məğlubiyyətini uğrayır və outsiderlərin duelindən təyyarəçilər Şüvalan Azalı qalib ayrılır. Futbolçular yavaş-yavaş futbolçular yavaş-yavaş meydançanı tərk edirlər. İndi aşağıda həmkarım Fərdi Orduyev müsahibələr üçün əgər hazırdırsa mən sözü ona ötürürəm. Buyur Fərid, söz səndədir. Təşəkkürlər Rüstəm. İlk elə müsahibim yanımda komandanın, qalib komandanın baş məşqçisi Tərlan Əhmədovdur. Tərlan Əhmədov sizi təbrik edirik. İlk qələbə münasibəti ilə biraz gec oldu, amma Azal çox gözlənilən və uzun müddət gözlənilən qələbəsini məhz Azal Arenada Rəvana qarşı maçda qazandı. Maç haqqında fikirləriniz? Valla biridir ki biz üçün ağır keçəcək. Çünki rəqibin də 2 xalı vardı turnir cədvəlinin bizdən sonra. Yəni 9-cu yerdə qərarlaşdı. Biridir ki ağır keçəcək. Bizə bu qələbə vacib lazımdır. Futbolçulara tapşırıq vermişdim ki, yəni bu gün nəyin bahsi olsun, mənə yaxşı oyun yox, mənə sırf nəticə lazımdır. Yəni bu nəticə, yəni Sumqayıt oyundakı dönüş, bugünkü qalibiyyət bizi bir daha da ruhlandırır, uşaqlara inam verir ki, gələcəkdəki oyunları daha inamlı, daha motivasiyalı bir oyun nümayiş etdirmək. Yəni bu bizə çox vacib lazımdır. Bu 3 xal qazandığım üçün futbolçularımı təbrik edirəm. Rəqib haqqında onu deyə bilərəm ki, çox gözəl komanda məni çox heyrətləndirir ki, yəni cavan futbolçular yüksək fiziki hazırlığa malik komandadılar. Yəni bu gün bir xal hər halda biz qazandıq. Yəni rəqibin qazanmaq ehtimalı da var idi. Yəni biz bir ilk 10 dəqiqə futbol oynadıq, qalan 10 dəqiqə müdafiə olunduq ki, hesabı saxlayaq. Yəni bugün bizə 3 xal lazımdır, ona görə futbolçularımı təşəkkür edirəm. Təbrik edirik biz də. Uğurlar növbəti oyunlardıq. Sağ olun. Növbəti müsahibimizi dəvət edirik. Komandanın kapitanı, qalib komandanın kapitanı Rahil Məlikovdur. Təbrik edirik. Rahil, oyunun əsas müdafiədə əsas qəhrəmanlardan biri idin. Komandanı irəli daşıyırdın. Nə deyə bilərsən onun haqqında qısaca? Yəni ki, bu oyuna çox ciddi hazırlaşmışdıq. Əsas bizim rəqiblərdən biri belə turnir cədvəlinə baxanda Rəvan idi. Yəni ki, Rəvanı da
Təbrik edirəm, yaxşı oyun nümayiş etdirdi. Bu oyuna çox ciddi hazırlaşdıq və bu öz bəhrəsini verdi, 1-0 utduq. Təbrik edirik Rahil. Növbəti oyunlarda da sizə uğurlar arzulayırıq. Sağ olun. Rüstəm, bizim müsahibələrimiz artıq başa çatdı. Rahil Məlikov və Təğlan Əhmədov öz fikirlərini bildirdi. Rəqib komanda tez, yəni soyunub geyinmə otağına yollandı. Sözü verirəm sənə. Buyur. Təşəkkürlər Fərid. Maraqlı müsahibələrə görə əlbəttə Rəvanın istənilən anlamaq olar. Komanda məğlub olub sonuncu pilləyə düşdü. Oyundan sonra danışmaq çox çətindir, amma vurğulamağa dəyər ki, bu futboldur, futbolda qalib tərəf də var, məğlub tərəf də var. Məsələ bundadır ki, istənilən anda, istənilən zamanda, istənilən nəticədə peşəkarlığı qoruyub saxlamaq lazımdır. Maçın maraqlananları qısaca rezümə versək Azal, elə Tərlan Əhmədovun da dediyi kimi ilk 10-15 dəqiqədə aqressiv, sürətli futbol göstərdi. Hesabı da erkən açdılar və bu erkən qol komandaya qələbə qazanmağa kömək elədi. Son qalan hissələr, qalan vaxtda komanda müdafiə olundu, müdafiədə intizamlı oynadılar. Rəqibin qol şansları olub. Görürük ki, Rəvan çərçivəyə 6 zərbə indirib. 14 dəfə həmlə olub Azalın qapısına. Yarı və yarı Azaldan 2 dəfə çoxdur. 7 zərbə və ikisi çərçivəyə. 3 dəfə Azal kül zərbəsi, 2 dəfə Rəvan yerinə yetirib. 1 dəfə Azallı futbolçu oyundan kənar vəziyyətdə yer alıblar. Azalın Rəvan daha çox hücumda olduğunu göstərən daha bir məqam da budur. 6 offside. Qayda pozuntuları tez-tez oyunda dayanırdı. Tez-tez eşidirdik. Ümumilikdə 33 dəfə hakim qayda pozuntusu qeydə alındı. Azalda bu rəqəm çoxdur. 4 futbolçu Azaldan, 3 nəfər Rəvandan sarı vərəq alır. Qırmızı vərəqə görmədik. Topa yiyələnmə faizi isə böyük, oyunun böyük hissəsi ərzində Rəvan üstünlükdə 57% 43-ə. Və Azal Rəvan maçından CBC Sport telekanalının yayımı davam edir. Mən sizinlə sağlaşıram. Sabah saat 7-də Zirə Olimpiya kompleksinin stadionundan Zirə Neftçi maçını izləməyi unutmayın və sizi bu maçın ən maraqlananları ilə təkbətək buraxıram. Hələlik. Əksini vurmuşdu. Qapıcı bura.
Дай, Гуру, иди сам!